Qısa fasilədən sonra yenidən hamınızı xoş gördük. Xoş gəlmişsiniz. Yeni qonaqlarımızı salamlayırıq. Xoş gördük. Alqışlaya bilərsiniz çünki alqışlamaq sərbəstdir. Əziz dostlar, 3-cü paneldəyik və olduqca maraqlı bir paneldir bu panelimiz. Mətbəx və yemək adlanır. Çox maraqlı keçəcəyinə heç bir şübhəmiz yoxdur. Çünki moderatorlarımız, spikerlərimiz hamısı buradadılar və birazdan öz sözlərini, fikirlərini deyəcəklər. Mən isə sizə biraz bu panelin, tədbirin panel sponsorundan Malakan Mood'dan danışım. 3 mərtəbədən və 2 geniş terasdan ibarət olan bu məkan həm dostlarla xoş vaxt keçirmək, həm də ailəvi istirahət üçün ideal seçimdir. Malakan Mood həm peşəkar xidmət, ləzzətli yeməklər və hər detalında hiss olunan xüsusi yanaşma orada sizi qarşılayır. Ailələrin rahatlığı üçün məkanın 2-ci mərtəbəsində xüsusi Kids Zone fəaliyyət göstərir. Müasir atmosferi, yüksək xidmət standartları və fərqli konsepti ilə Malakan Mood şəhərin ritmini zövqlə yaşamaq istəyənlərin ünvanına artıq çevrilib. Video çarxımız var Malakan Mood'la bağlı. İzləyək, sonra başlayaq. Bugün sizi Bakının ən sevilən məkanlarından biri olan Malakan Mood restoranı ilə tanış eləmək istəyirəm. Şəhərin tam mərkəzində Malakan bağında yerləşən Malakan Mood qonaqlarına həm rahatlıq, həm də xüsusi atmosfer təqdim edir. Məkanımız 3 mərtəbədən ibarətdir və hər mərtəbə fərqli zövqlərə uyğun düşünülüb. Birinci mərtəbə geniş və komfortlu interyeri ilə gündəlik görüşlər, ailə yeməkləri və dostlarla xoş söhbət üçün ideal seçimdir. İkinci mərtəbədə isə ailələr üçün xüsusi düşünülmüş Kids Zone yerləşir. Uşaqlar Kids Zone'da təhlükəsiz və əyləncəli zaman keçirərkən valideynlər bu ərazidə istirahət edə bilər və onları monitordan izləyə bilərlər. Əlavə olaraq da burada uşaqlarınızın ad günü tədbirlərini də qeyd edə bilərsiniz. İndi isə gedək sizə 3-cü mərtəbəni göstərim. 3-cü mərtəbə isə korporativ tədbirlər, kiçik banketləriniz üçün nəzərdə tutulmuş bir ərazidir. Sizin də şəkilləriniz Malakan Mood mənzərəsi ilə daha gözəl olacaq. Yox. Sizi intizarda saxlayıram. Balaca bir sir verim ki, 3-cü mərtəbədə sizin üçün VIP otaqlarımız hazırlanır. Malakan Mood'un ən böyük üstünlüklərindən biri sağ və sol tərəfdə yerləşən 2 terasının olmasıdır. Açıq havada qəhvə içmək, nahar etmək və axşamlarınızı şəhərin gözəl mənzərəsi ilə keçirmək istəyirsinizsə, teraslarımız sizi gözləyir. Malakan Mood'un əsas fərqi yalnız gözəl məkan olması deyil. Burada təqdim olunan ləzzətli yeməklər, peşəkar xidmət, hər bir qonağa göstərilən xüsusi diqqət bizi fərqləndirən əsas xüsusiyyətlərdəndir. Ailənizlə, sevdiklərinizlə xoş zaman keçirmək istəyirsinizsə, Malakan Mood'da sizi gözləyirik. Təşəkkürlər sponsorumuza. Panel sponsorumuzdur Malakan Mood və qeyd edeyim ki, sizdə bəclər var. Bəclərinizin üzərində QR kodlar var. O QR kodları oxudaraq siz moderator və spikerlərimizə suallar ünvanlaya bilərsiniz və ən maraqlı 5 sual seçiləcək. Nəticədə Malakan Mood tərəfindən 20% endirim kartı hədiyyə ediləcək maraqlı sual verənlərə. Bu məlumatı da sizin üçün bölüşdüm. Dəyərli qonaqlar, artıq proqramımızın növbəti və günün son panelinə başlayırıq. Panelimiz Mətbəx və Yemək adlanır. Moderatorumuzu alqışlarınızla dəvət eləyəcəm. Vüsalə Əlizadə, sevilən aparıcımız, xoş gəlib, səfa gətirin. Vida, həyat tərzi və texnologiya üzrə kontent yaradıcısı Nigar Əskəri alqışlayırıq. Vida təhlükəsizliyi üzrə mütəxəssis yemək blogeri İnci Həsənzadə alqışlarımızla dəvət olunur. Yemək blogeri Kənan Bədəlov buradadır. Xoş gəlmişsiniz. Və daha bir yemək blogerimiz Mir Yusif Mirzəzadəni alqışlayırıq. Panelimizi açıq elan edirəm. Sözü verirəm sizə Vüsalə. Hər vaxtınız xeyir olsun, dəyərli xanımlar və bəylər. Belə baxıram ki, əksəriyyət xanımlar bizi izləməyə gəlib. Əslində, mən hər səhnədə öz səmimiyyətimi öncəliklə bir meyar olaraq əlimdə istifadə etməyi sevirəm. Mənə demişdilər ki, ən dolu panel sizin paneldir. Çox izləyici olacaq, bir dənə zala baxın. Adam bu paneldə necə danışar? Hanı bizim izləyicilərimiz? Biletimizi alan izləyiciləri xahiş edirəm ki, dəvət edəsiniz zala və düşünürəm ki,
Bugün gözəl bir atmosfer yaranacaq. Onsuz da biz məkana daxil olandan bunu hiss edirik. Bir qaynaşma var, bir həyat eşqi var. Nə gözəl ki də ölkəmizdə belə gözəl tədbirlər, belə gözəl toplantılar keçirilir və nəzərə alsaq ki, həyatımızın əsas hissəsini, deyərdim ki, %90 hissəsini gəlin razılaşaq ki, sosial platformalar idarə edir. Hər gün yuxudan oyananda artıq əl atırıq birinci telefona, hava su qədər bizə yaxın olan bu cihaz bizi idarə etməyi bacarıb. İllərdir bu belədir. Və sosial platformalar həyatımızın vazkeçilməz hissəsi olduğu halda gəlin razılaşaq ki, biz harasa çıxmadan, təzə paltar almadan, nə bilim, bir gün dostlarla görüşmədən keçinə bilərik, amma yeməksiz mümkünatı yoxdur insan həyatının. Elə ona görə də bizim panelimizi özəlliklə gözəl alqışlamalısınız ki, mənim spikerlərimə bir stimul olsun. Və düşünürəm ki, onların bugünkü paylaşımları, söhbətləri, yanaşmaları, individual fikirləri sizin üçün artıq bu sahədə əziyyəti olan insanlar və yaxud da biznes sahəsindən buyuran qonaqlarımız, həmçinin də məhz bu sahədə bloger, influencer kimi yetişmək istəyənlər üçün bir dəstək olacaq. İcazənizlə biz başlayaq. Düşünürəm ki, spikerlərimi təqdim etməyə ehtiyac yoxdur. Çünki hər biri sosial platformalar vasitəsilə yetəri qədər tanınan və sevilən simalardır. Hər biri mənim özüm üçün belə maraqlı simalardır ki, sevib, seçib izləyirəm. Yəni, bu təqdimatdan da öncə özəlliklə xanımları deyim. Çünki ruhuma yaxın, incə davranış, səliqə, səhman bu vacib tərəfidir. Bir mətbəxin istər evində olsun, istər böyük bir məkanda və yaxud da restoran şəbəkələrində fərq etmir. Ona görə də onlar bunun öhdəsindən çox gözəl gəlirlər və mənim üçün də seçilmişlərdəndir. Mənə təqdim olunanda öncəliklə bir balaca bunu vurğuluyum ki, ilk moderator çıxışımdır. Baxmayaraq ki, illərlə peşəkar televiziya aparıcısıyam, amma mən özüm bugün həqiqətən də həyəcanlıyam. Düşünürəm ki, gözəl olacaq və siz mənə dəstək olacaqsınız. Onlar da mənim qədər həyəcanlıdır. Bizim görüşlərimizdə hər dəfə buyurdular ki, nə suallar olacaq, necə yanaşma olacaq? Mən də zarafatca deyirdim ki, gözləyin, həmin gün görəcəksiniz sizin başınıza nə oynayacaq. Amma bugün doğrudan da bir səmimi ortam yaratmağı düşünürük ki, bizim adımızı tutub bizi izləməyə gələn, bizi eşitməyə gələn hər kəs zövq alsın bugündən. Və başlayaq. Nə qədər desəm ki, təqdimata ehtiyac olmayan insanlar, hər insanın bir təqdimatı, bir adı, bir statusu mütləqdir. Ona görə də bəylərimizə hörmət rəmzi olaraq istəyirəm ki, onların təqdimatı ilə başlayım. Mir Yusif Mirzəzadə, foodbloger, Qarın Qulu platforması ilə tanınan bizim dəyərli dostumuz. Bir daha xoş gəlmisiniz Mir Yusif bəy. Mən hər kəs haqqında bir balaca öz açıqlamamı da vermək istəyirəm. Bu ad mənə qıcıq verən adı idi. Mənə deyirdilər, belə bir bloger var. Mir Yusif bəyin özü ilə də ilk görüşümüzdə danışmışıq. Dedim ki, ad o qədər qıcıq verdi mənə ki, Qarın Qulu. Çünki bizim sətiraltı bir formalaşdırmamız var da, beyin olaraq bizə evdə necə deyirdilər? Çox yemə, yığışdır buna bax, elə bil Qarın Quludur. Yəni, bu ad mənə qıcıq verirdi. Amma Mir Yusif bəy bilirəm ki, izləyicilərinin ən gözəl kontent yaradan və ən maraqlı kontent yaradan belə deyək də platforma sahiblərindəndir, foodblogerlərindəndir. Ona görə xoş gəlmisiniz. Və növbəti qonağım gedişatını, həyat tərzini, yaratdığı o auranı, özəlliyi sevdiyim Kənan bəydir. Kənan Bədəlov foodbloger və geniş auditoriyaya çıxan food content yaradıcısıdır. Mən bilirəm ki, siz də mənimlə razılaşacaqsınız ki, Kənan bəy ən çox izləyicini və diqqəti yaratdığı ortamla qazanıb. Gəlin razılaşaq ki, çox adam yemək hazırlayır, amma Kənan bəyin ortamında bir hamımızın ağzının suya axan tərəf var da. Bağda, Dədə Baba ocağında, gözəl enerji ilə bir araya toplanmaq. Çünki birlik, həmrəylik bizim qanımızdan, canımızdandır. Ona görə Kənan bəy, bugün burada olmağınız çox xoşdur və səsinə vurğun olduğum bir xanım var, daha doğrusu iki xanım var ki, onların ikisi də buradadır bugün mənimlədir və mən çox xoşdur onları ətraflı tanımağım, həmçinin də təqdim etməyim.
Bu yaxınlarda deyərdim, elə 2 gündür Fransadan gəlib və oradakı təqdimatı, qazandığı uğur məni çox sevindirdi. Bir dünya markası ilə işbirliyindən Azərbaycanda belə satışın çoxalması, bizim I Am Hungry hər birimizin izlədiyi İnci xanımımız, İnci Həsənzadə, food blogger platforma yaradıcısı və İnci xanımın özünə məxsus yanaşması var. İndi deyəcəksiniz ki, bu qız, bu söz, bu başlanğıc bizi aparır ki, ardı gözəl gəlir. İnci xanım, siz də çox xoş gəlmisiniz. Çox sağ olun. Və gəlin razılaşaq, o relaksı yaşadan bir xanım. Mən elə bilirəm ki, əslində İnci xanım da bu ifadəni işlətmişdi, mənə də xoş gəlmişdi ki, ürəyimdən xəbər verdiniz. Mən elə bilirəm ki, Nigar xanımın heç bir problemi yoxdur. Necə ki, bizim üçün çoxu elə bilir. Amma təbii ki, Nigar xanımın o səsindəki, o özünə məxsus yanaşmasındakı pafosu, hər kəsin ruhuna oxşama qabiliyyəti onu daha çox sevdirdi bu az vaxtda. Food və lifestyle content yaradıcısı Nigar xanım, Nigar Əskər. Çox xoşdur Nigar xanım sizə görmək. İcazənizlə biz başlayaq dəyərli spikerlərimə suallarla və gedişatı istəyirəm ki, tamı-tamına onlar öz öhdələrinə götürsünlər. Çünki mən idarə edəcəm. Sadəcə onların fikirləri və yanaşmaları hər birinin ayrı-ayrı dünyasına tanışlıq edəcəyik. Kənan bəy, gəlin sizinlə başlayaq söhbətə. Bir mikrofonlarımızı yoxlayaq. Açın mikrofonları zəhmət olmasa. Aha, gəldiniz siz. Məndən başladım. Nə bilim, birdən-birə gözümə siz gəldiniz, dedim sizlə başlayaq. Bilirsiniz niyə? Əslində biz ən gözəl fəsli yaşayırıq. Yazı ötürürük, yaya doğru addımlayırıq və siz də bu yaxınlarda çox gözəl bir layihə ilə, mənim də çalışdığım Xəzər televiziyasında Kənan bəyin layihəsi var artıq yayımlanıb, görmüsünüz, izləmişsiniz. Hər 6-cı gün şənbə günü yayımdadır. Maşallahlar olsun, bunun üçün də bir təbrik edək Kənan bəy, bir alqışlarınızı alım. Danışa bilən insanlar çoxdur. Amma gözəl danışa bilən insanlar, gəlin razılaşaq ki, azdır. Çünki sosial platformadan tanınan çox simalara, çox üzlərə, çox məşhurlara layihələr təqdim olundu televiziya və radio sayəsində. Amma bunun öhdəsindən nə qədər gözəl şəkildə gəldilər, nə qədər insanların marağını və sevgisini qazana bildilər, nə qədər desələr ki, sosial həyat televiziyanı arxada qoyub, televiziyanın razılaşmalıyıq ki, özünə məxsus bir yükü var, səviyyəsi var, gözəlliyi var. Ona görə Kənan bəyin üzərinə burada 2 qat yük düşüb. Uğurlar arzulayırıq və mən tanındığınız, bu yola çıxdığınız sosial platformaya bağlı sizə bir sualım olacaq. Kənan Bədəlov ilk paylaşımıyla insanların qəlbini, ruhunu fəth edərəkdən bugünkü bax belə bir gözəl məkanda insanların, milyonların gözündə oturacaq qədər, spiker olacaq qədər məşhur olacağını düşünürdümü? O hansı paylaşım idi ki, sizi insanlara sevdirdi? Bu birinci olmaya da bilər. Bəlkə də hansısa paylaşımınız olub, amma o sizin üçün uğur nöqtəsi olub. Bax, oradan başlayaq. Düz təqribi 10 il bundan qabaq qərara gəldim. Yemək pişirirdim bağda, biz sevirik bu işi. Qohum məğrəbələrdə hamımızın müsabiqə yeri, kim yaxşı pişirəcək. Biz də pişirib bölüşürdüm öz bağlı səhifəmdə. Dostlar qayıt dedi ki, səhifəmi aç, qoy hamı görsün. Səhifəni açdım, həmin birinci şəkil formatında bölüşürdüm. Sonra keçdim video formatları özüm montaj edib düzəldirdim. Günlərin bir günü başladım YouTube-a yükləməyə. Siz demişkən birinci video olmadı, amma bir müddətdən sonra xaş pişirmişdim. Çox izləməyə səbəb oldu. 8 milyon izləmə idi o vaxt üçün. Elə indinin özündə də xaşın o qədər izlənməsi yoxdur YouTube səhifələrində və mən özüm də oradan fəxr edirdim ki, necə alındı ki, belə oldu. Professional çəkilişlər özüm elə telefonla düzəldirdim. Günlərin bir günü o 8 milyondan sonra başladılar televiziyaya dəvət eləməyə. Orada da bu sualları verdilər, necə oldu, bəs belə alındı. Sözün açığı mən özüm də bilmirdim sualın cavabını və mən bu işə sevgi ilə başladığıma yönəldirdim ki, yəni mən bir məqsəd güdməyərək
sadəcə bölüşmək fikri ilə nəsə elədiyim üçün insanlar bəyəndilər onu. Hamıya da təşəkkür edirəm ki, doğrudan siz düz vurğuladınız. Bu gün burada oturmağın səbəbkarı bizim dostlardır, bizim izləyicilərdir. Onu heç vaxt unutmaq olmaz. Və mən hamına təşəkkür edirəm ki, dəstək olublar. Və inandırım sizə hər bir kommenti mən oxuyuram, mən direktdə yazılanları oxuyuram. Ürəklə də hamıya cavablandırmağa çalışıram. Nəyə görə ki, elə bizim burada oturmağımın səbəbi bizi izləyən insanlardır. Hamınıza təşəkkür edirəm əziz dostlar. Təbii ki, bu çox vacib tərəfdir və ümumiyyətlə bu dünyanın hər bir yerində belədir ki, insanlar qarşılıq verməyi sevirlər. Yəni əgər mən sənə diqqət göstərib sənə bir paylaşımından fikir yazmışamsa, sən bunun qarşılığını verməlisən. Hətta etməyəndə belə çox aqressiv qarşılayırlar. Mən düşünürəm ki, bu təkcə blogerlər üçün deyil, elə tanınmış simaların da ən yaralı yeri budur. Vaxtımız, zamanımız, amma eyni zamanda vaxt ayırıb heç olmasa bir like etməyi gözləyirlər. Bu gözlənti də gözəldir. Səni sevirlər deyə istəyirlər. İstəməsələr də tələb etməzlər. Amma mənim üçün maraqlı olan bir sual var. Sizi bu xalqa sevdirən, tanıdan xaş olub. Bəs bugün Kənan Bədəlov ilk kontentini çəksəydi, gəlin baxaq görək, hansı yeməklə başlayardı? Bu yenə xaş olardı, yoxsa başqa bir regional yemək və yaxud da ən çox sevdiyiniz yemək? Vüsəli xanım, deməli, belə bir zarafat edir. Deyirlər, İtaliyada xaç atası, Azərbaycanda da xaş atası mənə. Sözün açığı, mən o vaxt subay vaxtlarından başlamışdım və mənim kontentim biraz fərqli idi. Daha çox dostlarla əylənmək və yaş ötdükcə, indi mən 40 yaşı ötmüşəm, orta yaşı keçmişəm və bu anda mən daha çox övladlarımla vaxt keçirməkdən qürur hissi alıram, zövq alıram və inandırım sizə mən onlara nəsə pişirərdim. Yəni yenidən başlasaydım onlar üçün eləyərdim. Elə indi də ona davam edirəm. Düzdür də süni intellekt bəzi videolarda, daha doğrusu YouTube'da çox videolarda aşılıyır ki, orada həm ocaq var, həm bıçaq var, həm qan var, həm uşaq var, onlar məsləhət sayılmır və blokaj qadağalı tərəfləri var belə. Amma inandırım, yəni mən ona davam eləmək istəyirəm. Çünki mən o yaratdığım sosial şəbəkələrdə olan o bölüşümlər, elə bil ki, mən bir albom yaradıram öz övladlarım üçün. Onlar da böyüyəndə onlara baxsınlar. Elə yaxşı ki, Hasan da oturdular restoranda, yandırdılar. Qoyurdu YouTube-u, görək bu kişi nə danışırdı, nə pişirirdi və o kontenti mən yaş keçdikcə mən biraz dəyişdim. Daha çox, indi heç mən ümumiyyətlə spirtli içkiləri tövsiyə eləmirəm öz sosial şəbəkələrimdə və özüm də artıq keçən ildən içkini içmirəm. Nəyə görə? Çünki biz sosial Məncə bu alqışlanası sağlam həyat tərzinə dəstək olacaq bir qərar idi. Miri də tütün siqaret çəkirdi, o da tərkiz. Nəyə görə? Biz artıq məsuliyyət hiss eləməyə başlayırsan. Yəni sənin izləyicilər kütləni görəndə sən məsuliyyət hiss edirsən ki, bəs bunu təkrar eləyə bilərlər və sən özünə qıymadığın şeyi gərək onlara məsləhət görməyəsən. Əyibi yox. Qoy süni intellekt üçün ki, uşaq var məsləhət deyir baxmağa, amma mən onu çəkəcəm. Çünki mən bilirəm ki, izləyici başa düşür ki, biz onu nəyə görə eləyirik və ailə dəyərlərini qorumağı mən çalışacağam ki, doğrudan və ondan zövq alıram Sərə xanım, doğrudan. Ən gözəl tərəfi də budur. Mən düşünürəm ki, elə təqdimatda da öncə sözüm bu oldu ki, mətbəx bizi birləşdirən dəyərdir. Gəlin razılaşaq ki, biz bugün həsəd aparırıq. İllər öncə hamımızın ailəsində bu olub. Bayramlarda özəlliklə nənələrimiz, babalarımız, var olanların Allah canını sağ eləsin, onlardan bərk yapışsın. Dünyadan köçənlərə Allah rəhmət eləsin. Ən gözəl sözləri və ən vacib tapşırıqları bu idi ki, ay bala, evlərin işıqlarını yandırın və hamı evdə olsun. Hamı bir süfrə ətrafında toplansın. Yəni süfrə Azərbaycanlılar üçün milli dəyərdən başqa ailə bağıdır. Təkcə yemək, qarnım doydu demək deyil. Ona görə də biz bu qədər titiz və bu qədər gözəl yanaşırıq mətbəximizə. Onun hər tərəfli qorunması üçün bizim food blogerlərimiz əllərindən gələni əsirgəmirlər. Düşünürəm ki, bu işdə də onların boynuna çox böyük bir məsuliyyət düşür. Və mən Mir Yusif bəyə sualım olacaq. Öncəliklə qısa bir təqdimatla istəyirəm ki, o da ilk çıxışını, ilk təqdimatını, onu tamaşaçılara sevdirən tərəfini vurğulasın. Bir qısa fikir alaq, ondan sonra suallarımla davam edək.
Ümumiyyətlə bildirim ki, bizdə bu yemək məsələsi ailəli əyləncə məsələdir. Babam, Kənangildə bilirlər, Bakıda ən məşhur xaş bişirən insanlardan olublar. Kəllə Yusuf adı ilə tanınırdı. Atam Bakının ən məşhur kebabçılarından idi. Bizdə ailə məsləyi idi. Mən də kompüter mühəndisi. İndi də ən güclülərindən. Bəli, indi də. Və kompüter mühəndisliyi oxuyanda mən qərara gəldim ki, mən aşpaz olmaq istəyirəm və daha sonra aşpazlıq təhsili aldım və 13-cü ildə artıq bloqumu açdım. Bloqun adı Qarınqulu yox, Qarınqulu səyyah idi ki, dünya mətbəxini, dünyanı da gəzib öz izləyicilərimə açıq özüm üçün maraqlı idi və bunu da izləyicilərimlə bölüşmək istəyirdim ki, hansı ölkədə hansı yeməklər var, hansı texnologiya ilə hazırlanır və s. Amma uzun müddət bir məşhurluq yox idi. TikTok sosial şəbəkəsinin gəlməsi ilə video kontent hazırlamaqla artıq məşhur olmağa başladım. Ən məşhur videomda həmin artıq TikTok səhifəsi məndə ikincidir, birinci bağlanıb. Ən məşhur videomda soğan tutması idi. Bu ilə məşhur olmuşam deyə bilərik. Amma yəni ilk videomda TikTokda birinci paylaşdığım video 100.000 baxış yığmışdı. Orada artıq şoka düşmüşdüm ki, həyatımda görmədiyim baxış idi bu 100.000. Əfsanə kafesindən idi, o barədə danışmıraq. Düşünürəm ki, Əfsanə kafesi sizin həyatınızın ən böyük əfsanəsi olur. Və mənim üçün maraqlı olan tərəf bu suala təbii ki, bizim xanımlarımız da, elə Kənan bəy də istəsə cavab verə bilər, amma maraqlı olan tərəf nədir? Bir food bloger yeməyi hazırlayıb, təqdimatını edib, göstərməyə qədər ki, fikri ilə sondakı düşüncə. Yəni, mənim hazırlayacağım yeməyin gözəlliyi, görkəmi, görüntüsü, bu önəmli tərəfdir, gəlin razılaşaq ki, və görüntü dad deməkdir. Yəqin mənimlə razısınız. Çünki biz gözəl görüntü görəndə bilirik ki, artıq o dadlıdır. Bəlkə yeyəndə heç bəyənməyəcəyik, amma ən azından o görüntü bizdə bir dad hormonumuzu işə salır da, belə ağzımızda bir necə limon yeyəndə sulanma yarandığı kimi, özəlliklə belə bir hissi yaşadır bizə. Məhz Mir Yusif bəy üçün görüntü önəmlidir, yoxsa bu işin arxa tarixi, geridə qalan özəllikləri, bu yeməyin yaranması, araşdırırsınızmı ümumiyyətlə özünüz üçün? Əlbəttə ki. Bəs bunu tamaşaçılarınızla necə bölüşürsünüzmü? Bəli, tamaşaçılarla bölüşüb. Mənə daha çox texniki tərəfləri daha maraqlıdır. Gəlin birinci, burada məndən əvvəl də çox bloger çıxış eləmişdi, əvvəlki panellərə də baxmışdım. Hər birinin bir dənə sözü var idi. Mövlana Cəlaləddin Ruminin sözü var da, ya olduğun kimi görün, ya da ki göründüyün kimi ol. Bloggingdə də bu birinci qaydadır. Siz olduğunuz kimi səmimi olmalısınız öz izləyicinizə qarşı. Və mən nə edə bilərəm? Mən çox yaxşı yemək bişirə bilirəm, amma o rəssamlıqdır, dizayn verməkdir, məndə yoxdur. Yəni, amma əl qabiliyyətim yaxşıdır da, qəşəng yeməklər bişirirəm. Amma özüm harasa gedəndə, təbii ki, Mikayıl Müşfiqin sözü var, mənim sloqanım idi ki, mənim tanrım gözəllikdir, sevgidir. Mən amma o gözəlliyin aşiqiyəm, həyat yoldaşımdan görə bilərsiniz və yeməyə də... Nə gözəl. Bu cəsarətli addımı alqışlamaq lazımdır. Və yemək mövzusunda da bəli, Michelin ulduzlu restorandan tutmuş, düzdür, Dayday kafesinə də gedirik. Bizim üçün yemək, o dad da önəmlidir. Ən dadlı yeməklər deyirlər orada olur, hə? Bəli, ən dadlı yeməklər orada olur, amma bir o sənət əsəri də var ki, sənin qarşıya gələndə, hətta bizim bəzi blogerlərimiz var ki, mən onların əl işinə baxanda belə sadəcə oturub izləmək istəyirsən ki, o səs gəlir, o əl işləri ki, necə gözəl bir sənət əsəri ortaya çıxardırlar. Baxın, bu vacib tərəfidir hər birimiz üçün. Gəlin razılaşaq ki, kartoşka qızardanda, əziləndə tavada ən dadlı yeri də elə orası olur. Necə ki, Mir Yusif bəyin dediyi kimi, o kafelər, o məkanlar, o şəbəkələr ki, deyirlər ki, hə, ən çox, bilirsiniz, yəni, çox hazırlanan məkanlar olduğu üçün o dad da artıq formalaşır. Hər dəfə gedirsən, o yeməyi orada yemək üçün. Amma necə ki, belə bu Qarınqulu adının altında bir gözümüzün qabağında bir obraz canlanır da, yekə qarın, kök, kilolu bir adam. Amma bu romantik addımınızdan sonra, xanımınıza etdiyiniz ithafdan sonra mən düşünürəm ki, siz çox həssas qəlbli və gözəl yanaşmalı bir insansınız. Daha çox xanımları biz gözümüzü açmışıq, anaları mətbəxdə görmüşük də. Yəni, yemək hazırlayacaq mütləq bu iş, bu performansı göstərmək ananın öhdəliyinə düşür. Bizim
kişilərimizin də şuuraltısı elə formalaşıb ki, sən kişisən mətbəxə girə bilməzsən və ayıbdır, bir-birlərinə hərdən deyirlər, ayıb deyil, sən gedib yemək hazırlayırsan. Mən bunu çox belə ekstra, belə deyək, nağarası çox belə bir elə ayıb onda bilirəm ki, ailə hər kəs üçün ailədir və ailə dəyərləri, evdə övladın, əgər xanımın səhhətində bir problem varsa, özünü narahat hiss edirsə, bəylərin o addımı düşünün, əziz bəylər, burada olanlar. Ən gözəl romantik addımınızdır. Çünki xanım onu sevir ki, mətbəxdə belə onun əlindən tutan bir bəy olsun. Amma nə gözəl ki də bunu edənlər də var aramızda. Alqışlayırıq o bəyləri. Məlumat üçün deyim ki, bizdə mətbəx mənim zonamdır, girmirlər. Evdə də belədir. Bəli, bəli. Nə gözəl. Ayda bir dəfədir o, amma ki... Belə, xanımın adı necə idi? Nərgiz xanım. Nərgiz xanım, ilk gündən pişiyin başını yaxşı kəsmisiniz. Xoşuma gəldi addımınız. Və biz davam edək. Əslində bu mövzu ətrafında danışacağıq, daha doğrusu bu sual ətrafında. Amma mən İnci xanımla davam etmək istəyirəm. İnci xanımın səhifəsini izləyəndə, ilk daxil olanda səhifədə o vizuallığı, o gözəl görüntünü görüb valeh olmamaq mümkün deyil və yeməklərin ilk görüntüsünü göstərərək səni artıq səhifəsində saxlamağı bacarır ki, mənimlə qalmalısan bu bir neçə dəqiqə ərzində. Bu onun gözəl seçimidir, yanaşmasının gözəlliyidir. İnci xanım, bir balaca təqdimat edək sizinlə də. Yəni sizi tanıyanlar da var, amma ola bilər ki, onlar üçün də maraqlıdır. İnci xanım ilk necə başlamışdı? Azacıq bir fikir alaq, ondan sonra sualımla davam edəcəyik. Öncəliklə sizə, burada gələnlərə və mənim kateqoriyamda oturanlara hər kəsə təşəkkür eləyirəm. Nə xoş mənə ki, mən bugün belə gözəl insanların ətrafındayım və o auranı, enerjiyə çox inanan bir insanam. Sağım bir güclü enerji, solum bir güclü enerji önümdən də çox güclü bir axın hiss eləyirəm. Çox təşəkkür eləyirəm hər birinizə. Necə başladı? Belə deyək, mən buna qədər ailəmizlə, dostlarımızla, rəfiqələrimlə həmişə nələrisə qeyri-adi eləməyə çalışırdım və 12 il iş təcrübəmdən də həmişə həftə sonları o vaxt düşünün rəngli printerdən çıxartmaq, mən sizə deyirəm 2012-2013-cü ildən hər ofisdə rəngli printer yox idi. Ağ-qara da olsa mən reseptləri tapırdım və bu qədər də platforma yox idi, bu qədər azad informasiya yox idi. Mən reseptləri tapırdım, printerdən çıxardırdım. Şöbə yoldaşlarım artıq bunu bilirdilər. Deyirdim ki, mən 6 bazar falan şey eləyəcəm. Necəsə eləyirdim. İndi onlara baxanda o dizaynı gülməyim gəlir. Çünki heç birimiz mükəmməl başlamırıq və belə bir söz var ki, başlamaq üçün mükəmməl olmağı gözləmək lazım deyil. Mükəmməllik sən başladıqca gəlir. Təbii ki, öyrənərik. Sonra baxdım ki, bu artıq yavaş-yavaş mənim hobbimə, istəyimə çevrilir və ailəmiz, dostlarımız, rəfiqələrimiz üçün nəsə masa bir açanda, süfrə açanda fərqlilik eləməyə çalışırdım. Onlar da hər dəfəsində sağ olsunlar məni ürəkləndirirdilər ki, nəsə elə, paylaş, yəni bizim üçün eləyirsən, amma bunu ətraf da görsün. Belə başladım və Nərmin xanımın da burada dəstəyi çox böyük oldu. Zaldaydı, indi deyəsən çıxdı. Nərmin xanımın da ilk təşəbbüs ondan oldu ki, dayanmadan inad elədi mənə yaxşı mənada ki, bunu elə, alınır səndə. Bir neçə reisdən sonra Mir Yusuf bəy kimi qurban olduğum elə buradan görünür. Soğan turşusu elədim, yatdım. Səhər qalxdım ki, bu mənə milyon baxış gətirib və həmin, təsəvvür edin 10K hələ yoxdur. 10.000 adam deyil izləyicim. Və mən artıq 30.000 izləyiciyə sahibəm. İnsanda da belə deyək, hər bir insanın psixologiyasında səni yaxşıya həvəsləndirən nələrsə varsa, başlayırsan tunelin sonunu görmürsən. Amma görürsən ki, tunelin sonu işıqlıqdır. Başlayırsan bunu professional dərəcədə qurmağa, artıq başlayırsan auditoriyandan sıx-sıx əlaqədə olmağa, onların fikirlərini soruşmağa, təkliflər, tənqidlər, bunları düzgün yerində dəyərləndirməyə. Bir də baxırsan ki, sən artıq müəyyən bir kütlən var, yaxşı da alınır, pis də alınmır. Mən də bir səmimi etiraf edim ki, o soğan turşusunu biz də hazırlamışıq sizdən sonra bacımla. Yəni bizim də bazara getməyimizə, məhz o balaca soğanları almamıza səbəb olmusunuz. Mənim də marağım elə məhz bu paylaşımdan sonra yaranmışdı və baxırdım və ikinci səmimi etirafımı edəcəm ki, mənim özüm də mətbəxdə, yəni biraz təvazökarlıq olsun, mətbəxdə bacarıqlı bir xanımam və evimi hədsiz dərəcədə çox sevirəm. Mənə sual verəndə ki, Sərxan, necə dincəlirsiniz, harda dincəlirsiniz? Deyirəm, evə çatıb qapını
o kilidə salıb açıram amma o mənim dincliyimdir, o mənim rahatlığımdır. Hədsiz dərəcədə evi çox sevən bir insanam və mətbəxə də çox belə bağlı biriyəm. Fərqli yeməkləri mən də eyni ilə bişirməyi, paylaşmağı çox sevirəm. Bu gün qızım burdadır. İştirak etməyin əsas səbəblərindən biri İnci xanımdır. Çünki İnci xanımı çox sevərək izləyirik özümüzdə. Baxırıq. Uşaq vaxtından mən onun üçün çox fərqli yeməklər hazırlayırdım. Əgər aranızda mənim də ən belə deyək də əvvəlki izləyicilərimdən olanlar varsa bilirlər. Bütün yeməkləri cizgi film formasında hazırlayırdım. Obrazlar formasında hazırlayırdım. Bu səhifəmdə də var uzun illər öncəyə. Diləyin balaca vaxtlarına dəlalət eləyir. Yəni oradan bizim evdə də bu yeməyə maraq daha çox olduğu üçün anamın çox gözəl əl qabiliyyəti var və televiziya layihəmdə də mənimlə bərabərdir. Yəni ki bilirsiniz, hər səhər efirdədir və bizim analardan, nənələrdən qalma bir bağımız var. Bunu niyə yönləndirdim bu mövzuya? Nənəmin elədiyi kimi, Düzdür. anamın elədiyi kimi. Klassik reseptləri həmişə qoruyuruq. Bax, İnci xanımın postlarında, paylaşımlarında, kontentində ən çox sevdiyim tərəf nədir? Səni hekayə ilə aparır. Sizin üçün anamdan, nənəmdən qalma resept tendensiyası yoxsa bugün sosial platforma, ChatGPT olsun və yaxud da ki, digər platformalar əlimizin altında mənə filan resepti ver deyib həyata davam eləmək. O analardan, nənələrdən qalmayla davam edənlərdənsizmi? Onu inkişaf etdirənlərdənsizmi? Bax, bu maraqlı tərəfidir bugün. Belə deyək, Azərbaycanın özünün biz o qədər zəngin bir tarixə mənsubuq ki, balaca bir ölkə olmağımıza baxmayaraq, hər bölgəmizin özünə məxsus bir mətbəxi var. Bəli. Yəni danılmaz faktdır və bu aslıdır bizim iqlimimizdən, aslıdır həmin ərazidə olan kontingentin yeməyə dair baxışından, zövqündən. Toplam olaraq biz formalaşdırırıq Azərbaycanın milli mətbəxini. Və mən bugün trendə qaçsam, mən bugün süni intellektin verdiyi reseptləri istifadə eləsəm ki, ola bilsin ki, mənə populyarlıq gətirir. Amma mən publik bir simayam. Müəyyən bir, kiçik bir faiz də olsa mənim boynuma düşən bizim milli irsimizi, klassikanın ruhunu toxutmadan gələcək nəslə bunu ötürməkdir. Çünki mənim 2 övladım var. Allah. Hər nə qədər ki, onlar Avropa mətbəxini sevsələr, qızartmalar və s. mən ona evdə milli yeməklərimizi bişirirəm, deyirəm, siz bunu yeməlisiniz. Siz bunu indi anlamırsınız müəyyən bir yaşdan sonra, hardasa tələbə olanda və yaxud da olar ki, məsəl üçün, mən uşaq vaxtı xaş sevmirdim, amma indi dərk edirəm ki, xaş əslində bizim birliyimizdir. Xaş əslində atanın ailəyə göstərdiyi bir xüsusi bir diqqətdir. Ki, xaşı ən çox atalar bişirirdi evdə, düzdürmü? Mətbəxdə onları da iş başında görürdük, bəli. Bəli, bunun arxa fonunda çox milli bir dəyərlər yatır. Mən uşaq vaxtı deyirdim ki, ata niyə bizi tezdən durğuzur edir ki, xaşa yığışırıq? İndi bunu anlayırıq. Mənim də məqsədim ilk öncə övladlarımın simasında məni izləyənlərə milli irsimizi, milli mətbəximizi ötürməkdir. Bilmirəm hər nə dərəcədə bu uğurlu alınır, çünki kontentimdə dünyanın bütün ölkələrindən olan yeməklər var. Amma həmişə biz özümüzə aid olanı eləyəndə araşdırıb, bilməsəm də belə öyrənib istəyirəm ki, onun klassik ruhunu incitməyim. Və davam edək Nigar xanımla, çünki onun da bilirəm ki, bu yola çıxışı elə məhz bir paylaşımdan başlayıb. Əslində Nigar xanım mənə deyəndə ki, illər öncə o da televiziyaya gəlib və televiziya sahəsində özünü təqdim etmək istəyib, sonra ayrılıb gedib ki, yox, elə mən öz əlim, öz başım, öz evimdə, öz həyat tendensiyamla, öz gedişatımla tanınıb seviləcəm. Uğurunuza inanırdınızmı Nigar xanım siz də ilk dəfədən? Əslində mən ümumiyyətlə bir paylaşım edəndə heç bir gözləntim olmayıb. Ümumiyyətlə fikirləşməmişəm ki, nə vaxtsa mənim izləyicilərim olar. Mən də eynən İnci xanım kimi səhər açılanda gördüm ki, videom əməlli başlı çox yüksək bir kütləyə çatıb. O hansı paylaşım idi sizi sevdirən? İnanın, adi bir sıradan bir paylaşım idi. Yəni elə bir qeyri-adi bir yemək də deyil idi. Sadəcə olaraq özü də mənim başqa bir səhifəm var idi. Əslində mən orada özümü göstərmədən kosmetik məhsullarım haqqında məlumat verirdim. Bu mənim xarakterimdədir. Sevirəm ümumiyyətlə məlumat verməyi, hər hansı bir yaxşı bir istiqamət varsa onu kimlənsə bölüşməyi sanki daxili rahatlığı elə tapıram. Ətrafıma qarşı da beləyəm. Sadəcə orada davamlı şəkildə story paylaşırdım, nələrsə hazırlayırdım. Oradakı izləyicilərimin o necə deyim, tam belə o resept istəmələri nəticəsində başqa bir səhifə açdım, qaralama kimi. Hansı ki indiki səhifəm. Heç mən düşünmürdüm belə bir şey olacaq. Mən düşünürəm ki, planlı şəkildə edilən, atılan addım o qədər də uğurlu alınmır, nəinki plansız şəkildə, gözləntisiz bir formada.
Bir gecədə elə artıq nə qədər məşhur insanlar paylaşmışdı həmin o resepti və xeyli izləyici gəlmişdi. Ondan sonra davam eləməyə başladım. Yenə də gözləmirdim ki, bu qədər bu yerlərə gəlib çatar. Təxminən 2 il özümü göstərmədim. Üzüm görünmədən hər şey paylaşırdım və çox yaxşı nəticələr əldə edirdim. Əməkdaşlıq etmək necə olur ümumiyyətlə bilmirdim. Amma gözəl tərəfini seçmisiniz çünki insanların daha çox maraq yaranır onda ki, görəsən bu kimdir bunu edən? Daha çox gözləyirlər sizi. Ola bilər. Və təsəvvür eləyin ki, səhifəm böyüyən kimi mənə əməkdaşlıq təklifləri gəlir və heç bir anlayışım yoxdur. Bəlkə də indi burada səhifə idarə etməyə başlayan nə qədər insanlar var, xanımlar var, onlar üçün də bir mesaj olsun. Və bunu da heç kim başa salmır. Biləsiniz ki, heç bir həmkarınız sizə bunu deməyəcək. Bütün əməkdaşlıqlara geri çevirirdim. Nəzakətli şəkildə geri çevirirdim ki, mən hələ əməkdaşlığa açıq deyiləm. Düşünürdüm ki, misal üçün bir toyuq markasıdır. Mən elə bilirdim ki, bunlar mənə toyuq təklif eləmək istəyir və mən onun qarşılığında video çəkməliyəm. Başa salan da olmamışdı. Mən bunları Nigar xanımın üzr istəyirəm, bu sözü məni o qədər güldürmüşdü. Deyir, düşündüm ki, ayıb deyil, mənə bir toyuq verəcəklər ki, bişirir. Ümumiyyətlə. İlk təklifim Pınar markasından olub, qlobal markadan. Təsəvvür eləyin, mən onu geri çevirmişəm ki, yəqin mənə kalbasa pendir vermək istəyirlər. Beləliklə, təxminən 2 il səhifəni idarə elədim və heç bir əməkdaşlıq etmədim. Ondan sonra müəyyən yerlərə dəvət alırdım, televiziyalara üzümü göstərmədiyim üçün hər birinə geri çevirirdim məcbur. Daha sonra rəfiqəmin bir agentliyi var, onların ümumi görüşündə hardasa 4 il bundan qabaq onun səyi nəticəsində mən özümü göstərdim. Özümü göstərəndən sonra kütlənin inamı, güvəni daha çox yüksəlməyə başladı. Çünki sima çox önəmlidir. Ondan sonra bir yaxın ailə dostumuz mənə başa saldı ki, sən bu qədər qida blogerlər arasında daha çox öndə olanlardansa niyə əməkdaşlıq etmirsən? Bunların hamısını təmənnasız edirsən. Düşündüm, yəni hər kəs bu cür barter şəklində eləyir. Mən də bunu izah elədim ki, bəs mən barterlə çalışmağa utanıram. Ondan sonra mənə başa saldılar ki, burada pul var imiş. Sən də mənə sərvətlər itirmişəm. Hüsaylə xanım, verilişlər deməli, həmin o xaç ərəfəsində verilişə çağırırlar. Fatihin verilişi idi, divan verilişi, yadınıza gəlir o vaxt. Bəli. Oturmuşam, deyir, Kənan, malacəz, əla blog aparırsan, necə bir reklam eləmirsən, belə. Burada reklam da götürmək olur. Özümüzün də xəbəri yox. Və mənim daha doğrusu Nigar xanıma verəcəyim sual elə onun öncədən də təqdimatında da dedim ki, səsi yanaşması məhz elə bununla bağlıdır. Nigar xanım, nə düşünürsünüz? Bir yeməyi təqdimata verəndə, yəni tamaşaçıların ixtiyarına verəndə hazırladığınız kontenti nə önəmlidir? Resept, təqdimat, yəni o görüntünüz, yoxsa danışan insan? Mənə elə gəlir ki, bunların hamısı bütövlükdə bir olmalıdır ki, tam olaraq izləyicini məmnun edə bilək. Bunların biri əksik olanda mütləq şəkildə izləyicilər tərəfindən də bizim üçün nəsə əksik olur. Bir də, yəni, mən bilirəm ki, mənim izləyicilərimin arasından da xanımlar var burada. Onlar əminəm ki, burada nələrsə öyrənmək üçün oturublar. Əgər blog idarə edəcəksinizsə, mütləq şəkildə daimi zaman ayırıb izləyicilərlə həmişə ünsiyyətdə olmalısınız. Bu davamlılıq olsa, sizin uğurlarınız da davamlı şəkildə böyüyəcək, güvəniniz də daha çox olacaq. Təbii ki, ədalətli şəkildə siz reklamları, yəni əməkdaşlıqları ədalətli şəkildə eləmək lazımdır. Çünki burada bizim özümüzün istifadə etmədiyimiz və yaxud evimizə rəva bilmədiyimiz bir şeyləri əgər pul müqabilində götürüb eləyiriksə, ondan sonra siz əməkdaşlıqları itirə-itirə gedəcəksiniz. Çünki güvəniniz artıq sarsılmağa başlayacaq izləyicilər tərəfindən. Bəli, növbəti suallarımdan biri də elə məhz bu idi ki, bir kontent idarə edicisi, özəlliklə də food bloger güvəni necə qazanmalıdır? Sizin hər birinizdən bu suala əslində cavab istəyirəm. Elə Nigar xanım da, kimin cavabı varsa buyursun, o cavab versin. Buyurun. Gözəl. Güvəni necə qazanmaq lazımdır? Səmimi olmaq lazım. Yox, gəlin belə razılaşaq da. Mən təkcə səmimiyyətlə razı deyiləm. Təbii ki, auditoriyadan da fikir istəyəcəyik. Səmimiyyət hər şeyi əks etdirmir. Çünki biraz öncə siz özünüz də dediniz, uşaqlar baxır və sizin yanınızda uşaqlar, məsələn, burada onların da istədiyi bir yemək olur ki, burada sağlıq səhhət mövzuları da var. Ailələr var ki, uşaqlara, məsələn, çox təəssüf hissi ilə deyəcəm, bu mənim ən can ağrıdıcı tərəfimdir ki,
şəkər xəstəsi olan, şəkərə meylli olan, insulin dirənci yüksək olan uşaqlar var və başqa səhhətində problem olan uşaqlar var ki, onlar da baxırlar, görürlər. Əslində özüm də bu tərəflə razılaşmasam ki, çox onların əlində olmasın, az yaşlıların ümumiyyətlə mən məsələn qadağa etmişəm və bağlamışam bəzi səhifələri, bəzi görə biləcəyi belə deyək də platformaları övladım üçün. İndi yaşı artdıqca açıram təbii ki. Amma uşaqlarımızın istəyi var axı, onlar da canları çəkir. Məsələn, valideynə yanaşırlar ki, hə, mən də bunu istəyirəm və yaxud da mən özüm də paylaşanda bu acını yaşayıram. İmkanı olmayan ailələr bizə çox yazırlar ki, hə, paylaşdınız, mən də gördüm, uşağım da gördü, istədi filan. Bax, bu ağır tərəfimizdir də, tamaşaçının bilmədiyi, görmədiyi tərəfimizdir. Bunun altından bir bloger olaraq, bir idarə edici olaraq, milyonlarla baxış sahibi olan bir platforma idarə edicisi olaraq necə çıxırsınız? Kənan bəy, davam edəcəksiniz, yoxsa? Sözün açığı mən tam səmimi deyirəm, mən xoşuma gəldiyim, övladıma verdiyim, verə biləcəyim məhsulları sevinə təbliğ eləyirəm. Bəli, əvvəllər olmuşdu spirtli içkilər, energetik içki təklifləri, amma mən onları qəbul etmirəm, çünki özümə də xoş deyil. Orada mən kimsə yazanda ki, belə məsləhətsə ki, balon yesin, yəni onu qəbul edə bilmərəm, yəni heç vaxt ona görə. Çalışırıq, öz sevdiyim məhsulları təbliğ edəyik. Mirüsüf bəy, buyurun. Açığı belə deyim mən sizə, bu səmimiyyətdir, hörmətdir. Bunu bir bloger olaraq qazanmaq asandır, amma bunu saxlamaq çətindir. Asan deməzdim. Yox, zaten bir neçə videodan siz özünüz dediniz ki, bir neçə il əməkdaşlıq eləmədən reseptlər paylaşırsınız və artıq insanlarda sizə qarşı bir sevgi... Bəli bir kütlənin sevgisini qazanmaq olar. Bəli bir kütlənin sevgisini qazanırsınız. Amma bunu əldə saxlamaq, ələ pul gələndən sonra onu saxlamaq çətin olur. Bir çox blogerlərdə artıq pul gələndən sonra biraz dəyişirlər stillərini, qarşılarına hər nə çıxdı şey edirlər. Mən məsələn restoranları reklam edirəm. Özüm üçün deyim ki, mənə bunu saxlamaq çətindir. Çünki gedirəm, bəyəndiyimi reklam edirəm, hətta şərtlərdə bildirirəm ki, bəyənməsəm bunu mütləq şəkildə bildirəcəm. Amma buna baxmayaraq yenə də, misal üçün 10 gün bundan qabaq çəkdiyim yer idi, bir şey paylaşmışam, 10 gün ərzində aşpaz dəyişir və artıq mənim statusuma xələl gəlir. Bu çətindir. O ki, qaldı digər mövzuya ki, yazırlar, deyirlər ki, sən getdin, gidin, bəs biz yeyə bilmədik. Artıq orada edə biləcəyimiz heç nə yoxdur. Burada edə biləcəyim heç nə yoxdur. Bu artıq cəmiyyətin acı həqiqətidir də ki, sən bir şey, mən onlara cavab verirəm ki, okey də, yəni mən də məsələn Ferrari ala bilməm, cəmaət Ferrari paylaşır, mən də istəyirəm, ala bilmirəm, mən də yazıram sizin kimi. Hamı kimi yox, Ferrari alanlar kimi ola bilər. Və İnci xanım, fikirləriniz güvən nə dərəcədə vacibdir və etibarlılığı yaratmaq, onu hiss etdirmək? Mən həyatda da çox səmimi insanam və anamın mənə ötürdüyü başlıca bir şey var ki, nə isə deməkdən çəkinmə, ayıbın ayıb işləri var. Yəni çox səmimi insanam, düşündüyümü deyirəm. Gəlin etiraf eləyək ki, hər birimiz, əgər bizim şəxsi prinsiplərimiz olmasa, getdiyimiz yolu A nöqtəsindən B nöqtəsinə müəyyən yollarla getməyi seçsək, dümdüz yolu seçməsək, biz bu bloqdan daha çox pul qazana bilərik. Düzdürmü? Razısınız mənimlə? Bəli, 100%. Daha çoxunu qazana bilərik. Demək ki, bizdə kontentin keyfiyyəti daha önəmlidir. Biz qazancı deyil, öz getdiyimiz yolu seçmişik. Və bu yolda da bu kompleksdir. Yəni tək fikirli deyil bu. Auditoriyanın güvənidir. İşlədiyin markalarla, hansı biznes etikası ilə sən çalışırsan, bunu necə davamlılığını gətirirsən. Eyni kateqoriyada mənə bu ay təklif gəlir, mən onu qəbul eləyirəmsə, bir ay sonra eyni kateqoriyadan rəqib bir şirkət gəlirsə, daha yüksəyini təklif eləyirsə, mən onu qəbul eləməyəcəm. Bir müddət keçməlidir, mənim öz prinsiplərim var, bizdə məsələn menecerim Nərmin xanım bilir, 3 ay fasilə verməliyik, 6 ay fasilə verməliyik, yəni bu kimi meyarlar var. Hər kəsdə səhifəsində özünün belə bir sistemi var, mənim sistemim də bu cürdür. Güvəni o zaman verirsən. Sən olduğu səmimi şəkildə insanlara necə deyim, göstərəndə belə deyək də 10 nəfərdən biri hardasa şikayət edə bilər.
Hər kəsin öz şəxsi fikridir. Məsəl üçün deyəcək ki, bu su mən xoşuma gəlmədi, sevmədim belə deyək. Hə, yəni orada kiminsə bəyənməməzliyi ola bilər faiz etibarı ilə. Amma mən bu qədər kütləyə bunu reklam eləyirəmsə, əgər əməkdaşlıq videomdursa, reklamdırsa, mən birincisi qida təhlükəsizliyində çalışmışam, yəni mütəxəssissəm. Onun dadına ən birinci video çəkəndə mən bilirəm. Məyər görmədim ki, bu keyfiyyətsizdir. Məyər bunu necə davam edə bilərəm mən? Yəni ilk addım oradandır. Və orada da başlayır insanın iradəsi. Pul mu sənin üçün önəmlidir, yoxsa auditoriyanın güvəni? Əgər sən pulu seçsən, sabah bütün kütləvi itirə bilərsən. Çox doğru. Və ikinci sualınız o ağır tərəfləri. Mir Yusif bəylə mən razıyam, amma inandırım sizi ki, bizim hər birimiz insanıq, hər birimiz Azərbaycan vətəndaşıyıq və burada elədiklərimizi heç vaxt demərik ki, mən razıyam ki, dördümüzdə də belə bir təcrübələr olub. Yəni onu demək uyğun deyil, bəli, onu demək uyğun deyil, amma zaman-zaman biz də insanıq. O zərbəni mən də hiss edirəm. Mən əvi sıxılıram. Mən də bilirəm ki, kimsə baxır, kimsə də deyir ki, hə, mənim uşağım da bunu istəyərdi və mən bu ağırlıq tərəfini o misal var edir, ibadətin min yolu var. Mən onu başqa yerlərdən sakitləşdirirəm ki, ən azından mininə də kömək ola bilməsəm, birinə kömək oldum və bu məni rahatlatdı. Bu təsəlliniz bu olur, yəni. Nə gözəl. Nigar xanımın da fikrini alaq, ondan sonra yenə tək-tək suallarım olacaq. Bəli, hə, yəni bir bloger, bir influencer özəlliklə də yemək kontentini təqdim edən güvənini necə göstərməlidir? Tamaşaçı necə inanmalıdır sizə? Əslində bunun xüsusi bir termini yoxdur. Hər kəs öz bloqunda şəxsiyyət sərgiləyir arxasında bunu bilmədən. İzləyicilər elədir ki, elin gözü tərəzidir. Bir müddətdən sonra sən nə qədər başqa bir obrazı təqdim eləsən də, bir müddət sonra istər-istəməz özün bilmədən əsl xarakterini ortaya qoyursan və düşünürəm ki, izləyicilər o qədər də ağılsız deyirlər ki, kimə güvənib, kimə güvənməyəcəklərini ayırd etməsinlər. Necə ki, mən özüm də bir izləyiciyəm, izlədiyim en qədər səhifə var və mən orada həqiqətən də bilirəm ki, kimləri inanmalıyam, kimlərə güvənməməliyəm. Bu da açıq-aşkar ortadadır ki, bizim paylaşdıqlarımızdan yararlanırlar, tövsiyə etdiklərimizdən alıb istifadə edirlər. Bunun kimi bir çox şey saya bilərəm və yaxud da ki, həqiqətən də mən özümə rəva bilib bunu şiddətlə tövsiyə edirəmsə, izləyici alıb mənə geri dönüş edir, mən bunların hamısını görürəm. İstər mənfi, istər müsbət, bu hamı da belədir. Bu da zaman-zaman artıq bir dəfə, iki dəfə, üç dəfə artıq bir, belə deyim də, yola çevrilir. Beləliklə də güvən heç özün düşünmədən, özün planlamadan artıq bir güvən qazanmış olursan. Formalaşmış olur. Və gəlin biraz da restoran kontentindən, özəlliklə də elə Mir Yusif bəyin daha çox kontentində görürük, rast gəlirik. Restoran paylaşımları və belə deyək də, həyatımızın indi demək olar ki, hər kəsin bəlkə də ailəsində bir bloger var. O qədər rahat görünür kənardan ki, o qədər belə adiləşdiriblər. Bunu özüm hərdən belə qıcıq oluram ki, yerindən duran bu işlə məşğul olmağa bir can atır, bir öhdəlik bilir üzərinə. Hə, bir xanım geyindi, bəzəndi, düzəndi və yaxud da baxırsan bir 11-ci sinif bitirib və yaxud da universiteti hələ natamam bitirib bir sahəyə, bir peşəyə yiyələnməyib, sahiblənməyib və artıq bloger olmaq sevdasındadır. Həmçində bəylərimiz bu baxımdan mən özüm, yəni cəmiyyətin siması olaraq, bir aparıcı olaraq da qıcığıma səbəb olan və yaralı yerimiz olaraq davamlı olaraq mövzularımda müraciət etdiyim tərəfdir. Hər kəs bloger olmalıdırmı? Hər kəs paylaşım etməlidirmi? Evdə hamı yemək bişirir, xanımlarımız, yəni gözəl əlinin dadı duzu olanlar da var. Yəni evdə təki qarın doysun, səs çıxmasın, kişi əsəbləşməsin, uşaqlar dərsdən gələndə yemək tapsın deyə qazanı dolduranlar da var. Amma gəlin razılaşaq ki, hər kəs bunu göstərmək məcburiyyətindədirmi? Bugün aşırı sayda yəni blogerlərimiz var. Həm food bloger kimi fəaliyyət göstərən, həmçinin də sıradan hələ bir özünə kontent çizə bilməyən insanlar var. Və belə də var ki, evlənək bloger olaq, yaşayacağıq. Mənimlə razısınız. Yəni yaralı yerimizdir. Çox təsir edir mənə. Gəlinlik havayı, restoran havayı, saçımı düzəltdilər, yığdılar. Çəkiliş bizim üçün havayı. Gedək başlayaq bloger olmağa. Gözəldir. Gənclərə səslənirəm, yeni yolda olanlara, yeni həvəsdə olanlara səslənirəm. Amma sizin düşündürücü tərəfiniz varsa, siz bir insan olaraq özünüz üçün cızmaqara idi o ssenarini yazma qabiliyyətiniz varsa, bu çünki çox vacib tərəfidir.
Bir yerə qədər gedəcəksən. 50-də gördüm, təkrarladım, 50-də gördüm, təkrarladım. Mən hara qədər gedəcəm? Və bunun üzərindən də hər gün evdən çıxıb gedək filan restoranda yeyək, günortanı filan restoranda yeyərik, axşamı da filan yerdə qarnımız doydu, evdə də problem yox. Bax bu tərəfdən Bir məsələyə toxuna bilərəm. Ola bilsin ki, burada yanlış anlaşılma olar. Ümumiyyətlə restoranlar blogerlərə pulsuz deyil. Düşünərlər ki, birdən yəqin biz gedib pulsuz otururuq və yaxud da ki, salonlara pulsuz gedirik. Biz hamısını ödəniş eləyirik. Sadəcə olaraq o müəyyən blogerlər var ki, onlar özləri öz istəklərindən bunu kontentə çevirirlər. Yoxsa ki, yanlış anlaşılma olmasın. Biz pulumuzu ödəyirik. Mən qəpiyin digər tərəfi. Yox, başqa bir şey deyəcəm. Bizdə deməli bir neçə restoranın SMM işini aparıram mən və o səhifəyə gələn mesajlarda mən sizə deyə bilərəm ki, bəzi blogerlər var ki, yazırlar ki, gəlib çəkiliş eləyə bilərəm. 50 manata gəlim çəkim. Hətta deyirlər ki, mən gəlirəm, gəlim çəkim də. Beləncə bir məsələ burasındadır ki, burada səhifə artıq açıb yeni başlamaq istəyənlər var. Onlar yanlış anlaya bilərlər. Onlar fikirləşirlər ki, yəqin əgər bloger isə bizə hər şey hər yerdə pulsuzdur, belə bir şey yoxdur. Yəni bu sadəcə Amma mən Nigar xanım tam da razı deyiləm. Niyə görə? Çünki ola bilər siz eləyirsiniz də. İndi var blogerlər ki, belə yaşayırlar. O insanın öz xarakterindən asılıdır. Nigar xanım o qədər ailəcanab, nəzib insandır ki, bunları görmür, amma əziyyətin qarşılığı olaraq blogerlik adı altında dilənənlər var. Bəli, mən bunu vurğulamaq istəyirəm. İndi təvazökarlıqla hələ yadıma gəlmir ki, hansı restoranda yazım ki, mən gəlib bəs çəkiliş eləmək istəyirəm, nəsə eləmək istəyirəm. Amma bunu yazanlar var yəni. Mən Mir Yusufu neçə il olar bəlkə də 15 ildir tanıyıram. Elə mən kababçıydım. Videomuz da var bir yerdə Mir Yusufgilin bağında, möhtəşəm bağları var oralarında, köhnə bağında. Nə demək istəyirəm? Mir Yusuf, mən burger açmışdım. Mir Yusuf gəldi ki, bunun bulkası bərkdir. Falan şey belə. Amiri, 20 ildir mən səni tanıyıram. O niyə deyirsən ki, bulkası bərkdir? Deyir ki, mən səmimi olmalıyam. Deyirəm ki, mənim misal çox xoşum gəldi, deyim yaşayırsan. Düzdür. Bir balaca incimişdim mən də. Amma mənim iş prinsipim budur ki, dostluq da olsa, qardaşlıq da olsa, Kənan burger yeri açıb, getdim, xeyirli olsun, amma dəfələrlə, saatlarla bu barədə danışır, amma ki, reklam eləmədim ki, Kənan incimədən xoşuma gəlmədi. Belə bir bizim aramızda şey olub. Və sual uca yadımdan çıxdı, nədən danışırdıq. Restoranlara gedib yeni başlayan blogerlər, mikrofonsuz da rahat danışıram əslində. Maşallah, səsiniz yaxşıdır. Əgər blogerliyə başlamaq istəyirsinizsə və xüsusən yeni nəsil, onlar Mr. Beast-lə böyüyürlər, hər biri istəyirlər ki, onların artıq beynində ənənəvi pul qazanma üsulları yoxdur. Onlar fikirləşirlər ki, bloger olacam, elə bir dənə giveaway eləyəcəm, bir dənə falan şey eləyəcəm, falan qədər pul qazanacam və növbəti gələn nəsil, yəqin ki, siz övladlarınızdan görürsünüz ki, onlarda bu daha çoxdur. Amma bir şeyi bilməlidirlər ki, amma düstur da yoxdur. Kimin naxşı gətirir, kimin də ki, həqiqətən də... Amma etiraf eləyək ki, bizdən sonra gələn nəsil bizdən daha güclü kontent yaratmağa malikdir. Çünki biz bilmədən gəldik. Bizim təcrübə, baxıb götürəcəyimiz bir təcrübə yox idi. Onlar artıq indidən bilirlər. Artıq formalaşmağı gözəldir və biz yaxşıların tərəfdarıyıq. Olsun, tanınsın, dünya maçabında belə tanınsın. Sadəcə mənim restoran şəbəkəsində. Necə? Diplom olandan sonra övladlar onun içində tətbiq ediblər. Ali təhsili bitirəndən sonra sən bu işlə məşğul olmasan. Bunun belə təhsili var. Mən öz övladım Gülşad, onun Allah bütün balaları qorusun. Misal üçün mən indi istəmirəm ki, o baxıb desin ki, mənim atam blogerdir, mən də bloger olum. Mən istəyirəm o təhsili ilə məşğul olsun. Hamıya da tövsiyə edirəm. Vacib tərəfdir. Özəlliklə bunu vurğulamaq istəyirdim ki, sıradan bacararıq, eləyərik, gəl yola çıxaq. Hamı bunu etdi ilk dəfədən. Hekayəsini dinlədiniz hər birinin və mən vurğulamaq istədiyim tərəf isə tam başqa idi. Biz restoran şəbəkəsində, ona görə sizi vurğulamışdım öncədən, daha çox nəyi təbliğ edirik? Bax, biraz öncə vurğuladınız ki, sonra şef dəyişdi həmin restoranda, hansı ki, mən təqdimat edirəm. Sizin öz dəstək xəttiniz varmı ki, gedəndə, məsələn, hansısa bir kontentin paylaşımına və yaxud da reklam alırsınız, məsələn, müəyyən bir müddətlik. Nə şərtlər irəli sürürsünüz ki, bu
sizin üçün və cəmiyyət üçün maraqlıdır. Sizə büdcə və özünüzə öz PR-nızı, öz adınızı qorumaq tərəfi maraqlı ola bilər, amma həmin məkana milyonlarla insan gedir. Oranın təmizliyindən tutmuş gigiyenasından, orada istifadə olunan qidalardan belə siz cavabdeh olursunuz sabah. Yenə çoxunuz deyə bilərsiniz və yaxud da siz özünüz deyə bilərsiniz ki, mənim nəyimə lazım? Mən getdim, PR-ını etdim, reklamını etdim, mənim qarşıma gözəl yeməklər qoymuşlar. Dadı da gözəl idi. Amma sonra ora bir kütlə gedir və bunun böyüklü, kiçikli hər kəs yeyir, hər kəs istifadə edir. Müəyyən müddət sonra bax bu etibar mövzusundan qaynaqlanaraq bunu davam edirəm ki, Mir Yusif bəy də etibarını itirir onda. Görək bu tərəfini necə qoruyur bir bloger? Tamamilə razıyam, amma məsələ nədən ibarətdir ki, tutaq ki, mən bir nəfərəm, mən indi öz adımdan danışacağam və yüzlərlə mənim kimi bloger var. Bir dənə кейsdən sizə danışacağam. Getmişəm, mən bu işi bilirəm və öz işimə hörmət edirəm. Krevetka gəlir masaya. Əgər krevetkanın bağırsağı çıxarılmayıbsa, o krevetkanı olan başına çırpacam. Mədəni sürətdə. Amma Məncə bundan sonra hamımız belə etməliyik. Sabahsı gün sən görürsən ki, nə qədər sənin həmkarın o məkanı eyni yeməyi tərifləyirlər və orada artıq sənə pis təsir eləyir. Və bunun qarşısını heç cürə ala bilmirsən. Normal tutaq ki, bir dənə yağ şirkətli yağ gətirir ki, kərə yağı. Gedirsən, kərə yağı təqdim edirəm, bunu satıram. Restoran sahibinin cavabı olur ki, kərə yağı bizim üçün prioritet deyil. Necə yəni? Yəni nə qədər orada o margarinlər istifadə olunur, şey olur və insanların da, belə deyim mən sizə, 70%-nin içi bloger qarışıq. Ağız da ona çatmır ki, bunu yeyəndə başa düşsün ki, bu kərə yağıdır, yoxsa margarindir. Və belə də davam eləyir hələ ki. Biz maksimum dərəcədə bacarırıq, insanları da maarifləndirək, göstərək. Bunu ən çox öz kontentimizdə eləyirik. Təbii ki, mən pul müqabilində getmişəmsə, mən ancaq o puldan imtina edə bilərəm və videonu paylaşmaya bilərəm. Ona görə çalışıram ki, özüm də restorana gedim, insanlara nəyisə çatdıra bilim ki, bax, bu əslində belə olmalıdır. Belə olmadığı halda oradan uzaqlaşın. Amma yenə də görürsən ki, sabahsı gün başqa bir blogeri gətirirlər ora, bir dənə xarç-xurç və belə. Əslində, hə. Sualımı belə vermək istəyirdim. Mən sizin Elmar bəylə tanış olma hekayənizi bilirəm. Maraqlıdır mənə ki, ümumiyyətlə professional mətbəxdən təngid qəbul edirsinizmi? Və yaxud aşpazlar varmı, belə yazsınlar, desinlər? Elmar bəylə Sistemi biraz fərqlidir, ona bir sual vermək istəyirəm ki, restoranda işləyən aşpazlar biraz fərqli davranırlar. Yəni, yeməyə başqa cür yanaşırlar. Professional mətbəxlərdən danışıram. Göz vurğularız bu arada yağlar məsələsində. Və yəni maraqlıdır, ümumiyyətlə aşpazlardan təngid gəlirmi heç? Elmar bəylə siz Qəbələ Atelin şefi, bizim ailəvi dostumuz Elmar bəy deyirsiniz. Hə, şəxsən o və onun timsalında olan Azərbaycanda bir çox şeflər var ki, çox güclü kadrlardılar və onları həqiqətən də istəyərəm ki, qlobalda çox böyük bir tanınmış otel brendlərində görüm, həqiqətən də buna layiq insanlardılar. İndi adları tam yadıma düşmür. Bir çox şef dostlarım var. Düzdür, Elmar bəy səhifəyə qədər idi, amma səhifədən sonra mənim həqiqətən də ölkədə çox tanınmış olan şeflər həmişə də soruşuram. Birdən nəsə olur, Vüsalə xanım, təsəvvür edin. Məsəl üçün deyirəm, bir dəfə Wellington saçaq pendirdən eləmişdim. Və mən soruşdum ki, bunu belə eləsəm, mən həvəskaram. Mənim bu sahəyə dair heç bir təhsilim yoxdur. Təhsilim tamam ayrıdır. Amma bayaq dediyim söz ki, klassikanın ruhunu incitmədən bunu belə eləsəm, görəsən çoxmu tənqid olunar? Yəni bu video və yaxud da kəskin bir yanlışmı olar? Ya suş eləyirəm, mən həvəskar suş eləyirəm. Amma yenə də bəzi nöqtələrdə təhsilim olmadığına görə, sadəcə təcrübəm olduğuna görə qarşımda bir divar hiss edirəm. Onu da şeflərlə həmişə soruşuram ki, bunu belə eləyim, elə eləyim. Çünki işin mütəxəssisləri ayrıdır. Onlar illərini sərf ediblər, onlar səhifələrlə kitab oxuyublar. Mən sadəcə indi araşdırıram, bilmədiyimi özüm tərzimdə necəsə ərsəyə gətirmək istəyirəm. Tənqidlərə açığam, amma gəlin belə deyim ki, bilən bir adamın tənqidini açığam. Çox əfsuslar olsun ki, biz nəsə paylaşırıq, bilən, bilməyən, açıq səhifədə deyə hamı hər şeyi elə bilir ki, yaza bilər. Amma bilmirlər ki, biz orada rəqəmsal olaraq var olan deyilik, insanıq, ruhumuz var.
Hər nə qədər də desək ki, Süni intellektlə yaradılmamış. Bəli, hər nə qədər Amma də desək illərlə ki, bu sistemi mənim buna son illər görürəm ki, həqiqətən elə bir ki, vaksin olmuşam. Bir çox rəylərə qarşı artıq tolerantlığım var, amma insanam. 100 rəydən bir dənəsi məni tuta bilər. Niyə görə mən səhər yuxudan duranda yaxşı bir olmayan rəyi oxuyum? Çünki mən heç kəsi incitmədən bu yolu davam eləyirəm. Mən sadəcə bildiklərimi bölüşürəm. Ona görə də tənqidi qəbul eləyirəm. Bunu həmişə də demişəm. Bilən bir adamların tənqidinə həmişə açığam. Bax elə bu mövzuda bir sualımız var. Daha doğrusu auditoriyada əyləşən qonaqlarımız da sual verə bilərlər. Sizə verilməli idi məncə. Hər kəsdə var, hə? Bəciklərlə keçə bilərsiniz qeydiyyatdan və suallarınızı göndərə bilərsiniz. Mənə gəlir və mən elə bu sualın məhz tənqidlə bağlı olduğu üçün bunu oxumağı istəyirəm. Tural bəy Yaqubov yazıb. Mətbəx hər kəsin rəy bildirə bildiyi bir sahədir və yəqin ki, bura bu ədviyyat vurulmaz. Anam bunu belə bişirmişdi kimi yüzlərlə tənqid alırsınız. Bu növ mətbəx tənqidçiləri ilə mübarizə aparırsınızmı? Ən çox sizi qəzəbləndirən və ya sizi güldürən şərh hansı olub? Olubmu hansınızın həyatında? Mütləq ki olub, bilirəm. Yenə də vurğuluram, bu sadəcə yemək bloqeri üçün deyil, bütün sahələrdə. Yəni, adi bir gedib bir baxım edirsən, bir də görürsən ki, özü bütün günü kosmetoloji prosedurlardan çıxmayan evdar bir xanım sənə şərh bildirir. Yəni, belə hallar həmişə olub, olacaq da, mümkünsüzdür bunsuz. Sizi güldürən və ya çox incidən bir rəy hansı olub? Tural bəy bilmək istəyir. Əlcək, siz niyə yemək pişirirsiniz? Əlcək, siz niyə yemək pişirirsiniz? Mən bağda övladlarımla misal üçün pişirirəm. Məcbur eləyirlər, deyirlər ki, əlcək yiyin. Olur ki, yazırlar, şef-povrla yazmışdı. Olur desən acıqca yazırlar. Bunu pişirirsən, yaz ki, neçə kaloriya var bu yeməyin daxilində. Salam əleykum. Mənim göstərdiyim. İnci xanım deyəsən belə ürəyi doldu bu mövzu. Mənim ən çox məsəl üçün yediklərim içərisindən dəniz məhsullarını çox sevirəm. Bunu artıq kütləm də bilir, hamı da bilir. Birində var idi, o artıq mənim storylərdə auditoriyamdan xitabımdır. Kimsə yazmışdı ki, uşaqlar, axşam Posidonu çağırırıq. Ondan sonra oraya elə bil ki, bir növ həm yumor, həm həqiqətən də xoşuma gəlmişdi. Çox pis bir rəylərdə olur. Hətta mən çünki mən özümü orada danışığım və simamla göstərirəm. Bir də görürsən ki, heç adını düzgün yazmayan, heç şəklini ora cəsarət eləməyən insan sənə çox ədəbsiz bir şey yazır. O odur. Özünü ekran arxası pəhləvanlar. Auditoriya məni özünə necə göstərir? Rəyləri ilə. Mən onları rəylərdən tanıyıram. Mən özümü necə göstərirəm? Ortadadır. Bəzilərini həqiqətən də istəmirəm ki, mənim səhifəmə girənlər, mənim səhifəmdən zövq alanlar elə bir şey oxusun. Anındaca pozuram, gedir. Birində də amma həqiqətən də yəni xanımın şəklinə girdim, baxdım. Necə deyirlər, Allaha açıq yetməsin. Amma elə bir adamdan o rəyi almaq ki, yazmışdı, bu qızın nəyinə gözəl deyirsiniz? Mən anlamadım. Bəlkə o hansısa bir model səhifəsindən səs almışdı. Yəni burada mənim gözəlliyim, gözələm, deyiləm, bunun nə aidiyyatı var? Bir insan emosional necə bir fərdi belə bir kin yığa bilər ki, bunu yaza bilər. Ən belə şokda olduğum da o idi ki, resept qalıb qıraqda. Mən axı blogerəm. Hər bir halda fikir vermək lazım deyil. Çünki keyfiyyətli kontentin necə deyim, bax, birinci növbədə yeni başlayanlara tövsiyə elədiyim, olub mənim də təcrübəmdə belə səhvlər, heç vaxt elə adamlara baş qoşmayın. Yazdısa yazdı. Ya silin, ya da ki, boş verin getsin. Siz yaxşılara köklənin. Biz hər şeyə yaxşı baxmalıyıq ki, hər şey də yaxşı olsun. Ən gözəli, ən vacib tərəfi də budur. Deyir, gözəl düşünərsən, gözəl görərsən, gözəl düşünərsən. Biz yalnız gözəlliyi təbliğ etmək istəyirik. Ən gözəl tərəfini, çünki artıq Azərbaycan həqiqətən də bütün dünyaya çıxışı olan, baxış bucağı dəyişən bir ölkədir. Hər kəs bizi izləyir, bizim blogerlərimizə də baxırlar, maraqlı tərəflərini götürürlər. Hətta dünya ulduzları olur ki, özləri üçün götürürlər, paylaşım edirlər. Niyə də olmasın? Yəni o sizi incidən, belə acıdan tərəfləri istəsəz əgər mən sizə səhifəmi verim 2 günlük, oturun baxın, görün nə gözəl tərəfləri var bu halın. Hamımızın incik tərəfləri olur bu mövzu, amma bu işimizin dayanmağı deməkdirmi? Əsla və əsla bu bir gücdür, bu bir stimuldur. Bildiyim qədərilə də rəfiqələriniz, əzizləriniz sizi çox dəstəkləyirlər. Bugün də buradadırlar, özəlliklə dəstəyə gələnlər kampaniyasından və mənim üçün maraqlı olan elə məhz suallardan da biri bu idi ki, qarışan tərəf hamımıza qarışırlar. Hətta bu istəyən, istənməyən
tərəflər olur. Amma bəs Azərbaycan mətbəxi üçün sabah yaddaşlarda qalacaq, YouTube kanalınızda yayımlanacaq. Eyni zamanda xarici bir vətəndaşın Azərbaycan milli mətbəxindən yemək hazırlamaq istəyirəm deyəndə müraciət edib baxdığı, məsələn, deyir hansısa proqrama ki, indi əlimizdə 2-2-dir. Mənim üçün filan resepti tapır, göstərir sənə. Hətta görüntülü tapır. Ən yaxşısını, ən çox baxış yığanı, ən çox izləyici kütləsi tərəfindən sevilənini tapır. Mənə maraqlıdır. Azərbaycan mətbəxindən hansı yeməkdir ki, özünüz özlüyünüzə bilirsiniz ki, Nigar xanım bayaqdan danışmır, istəyirəm Nigar xanım birinci cavab versin və hər birinizdən cavab istəyirəm bu suala. Bilirsiniz ki, bu sizin tarixə düşəcək bir reseptinizdir və sizi dünyada üzü ağ edəcək bir reseptinizdir. Varmı elə bir işiniz? Əslində biz nəyisə paylaşanda bunu heç vaxt hesablaya bilmərik. Çünki bəzən tarixə düşə biləcək. Tarixə desəm biraz böyük danışmış olaram. Amma yenə də daha çox kütləyə çatmış və yaxud da ki, daha çox belə deyək də danışılası bir videomuzun hansının ola biləcəyini biz onu əvvəlcədən hesablaya bilmirik. Bəzən düşünmədiyimiz bir kontentimiz daha çox danışılır. Nəinki onu planlayıb bu çox danışılacaq, bu daha çox kütləyə çatacaq dediyimiz heç o qədər də yəni istədiyimiz nəticəni bizə vermir. Yəni bunların heç biri planlana bilməz əvvəlcədən. Bunun baxış sayına görə demirəm. Şəxsi reseptiniz. Məsələn, Azərbaycan mətbəxində dolmanı hazırlayırsınız. Dolmanı özünə məxsus bir yanaşmanız olur orada və bilirsiniz ki, bu çox baxılacaq, seviləcək. Bu tərəfini bir kənara qoysaq, Azərbaycan mətbəxində bir yenilikdir, mən etdim bunu. Təbii ki, mən onsuz da davamlı şəkildə, düzdür, bu çox belə mənfi bir geri dönüş verir hər zaman. Hələ onun müsbətini görməmişəm. Hər hansı bir yeməyin içərisindəki ingrediyentləri dəyişib, özümün damaq dadıma uyğun şəkildə, əgər yaxşı nəticə verirsə, onu tam rahat şəkildə bölüşürəm izləyicilərimlə. Amma bəzən dad biraz o qədər də yaxşı olmadığına görə heç onu bölüşməyi o qədər də rava görmürəm. Buna baxmayaraq, yenə də misal üçün əməlli başlı kütləvi şəkildə hücum edirlər həmin videoya ki, bəs siz əslində bu normaldır. Nə ixtiyarla bunu dəyişdiniz? Əslində bu normaldır. Onlar milli mətbəximizin nəyinsə dəyişməyini istəməməkləri biraz da patriotluqdan irəli gəlir. Əslində çox sevinirəm ki, bizim o milli dəyərlərimizi də belə deyək də qoruyub saxlamağa çalışırlar. Amma mən demirəm ki, belə olmalıdır. Sadəcə deyirəm ki, əgər siz filan yeməkdə, filan misal üçün ingrediyenti bəyənmirsinizsə, digərindən əvəzləyə bilərsiniz. Ən azından yoxlayın, bir dəyişiklik olsun. Misal üçün, mən uşaq vaxtı qarabaşaq dediyimiz qreçkanı heç vaxt yeməmişəm. Çünki sevmirdim. Baxmayaraq ki, anam çox dadlı yeməklər bişirirdi, amma bir müddətdən sonra mən başa düşdüm ki, artıq ailə qurandan sonra sən demə qreçkanı, yəni qarabaşağı tamamilə başqa üsulla hazırlayıb çox sevmək olarmış. Demək istəyirəm ki, məsələn, mən onu qızıma özümün uşaq vaxtı yemədiyim müəyyən yeməklər var ki, onu öz üslubumdan, onu öz dəyişimlərimdən qızıma sevdirə bilmişəm. Məncə, burada pis bir şey yoxdur. Özün uşaq vaxtı yemədiklərimi bugün ana olaraq qızıma başqa cür təqdim etmişəm. Bu da bir analıq metodudur. Əslində sizə deyim, bəli, strategiyasıdır. Çünki gəlin razılaşaq ki, bugün bəlkə də %80 ailələrdə uşaqlar şorba, sup yemirlər yəni. Vay, o nədir pişirmisiniz? Daha çox quru yeməklərə, fast food yeməklərə köklənirlər. Amma bizim də ailədən gələn və anamın artıq irs olaraq bizim dərimizin altına belə köçürdüyü bir dəsti xətti var ki, hər uşaq şorba yeməlidir, hər uşaq sup yeməlidir və gündəlik evdə bu olmalıdır. Yəni uşaqlar da bizə heç vaxt ağız büzmürlər ki, vay mən sup yemirəm. Özləri əksini istəyirlər. 2 gün öncə qızım deyir ki, nə olar bir dənə sup bişirin. Yəni belə hallarımız çox olur və İnci xanım, mən istəyirəm ki, siz bundan öncəki suala cavab verəsiniz ki, Azərbaycan mətbəxində məhz İnci xanımın adı ilə seçiləcək reseptdə hansı ola bilər səhifənizdə ki, bilirsiniz ki, bu bax odur. Yoxsa hələ o olmayıb? Düzdür, Kənan bəy qədər göstəricim olmasa da, Instagramda 2 dəfə hər sezon, elə bil ki, bu mənim adət halıma alıb, xaş eləmişəm. İkisində də 2 milyondan artıq baxış yığıb. Hər dəfəsində özüm üçün maraqlıdır ki, bir orada ayrı bir texnika işlədim. Doğranış qaydasından tutmuş, nə bilim, necəsə. Bu arada xaş mən sevdiyim yeməklərdən də baxmayaraq ki, uşaq vaxtı sevmirdim. Bir də son vaxtlar, məsəl üçün, mən gözləmirdim ki, o video milyona düşəcək. Əslində biraz şanslı insanam, çünki ata tərəfim Naxçıvan bölgəsindən, Azərbaycanın digər bölgəsindən, anam Şamaxı Ağsudan gəlir və mətbəx baxımından hər ikisi kəskin fərqlənəndir. Heç bir oxşarlıqları yoxdur.
və bunları qarışdıranda və yaxud da kontentdə bunları ayrı-ayrılıqda istifadə edəndə çox gözəl işlər çıxır ortalığa. Sonuncu Naxçıvan erişdəsi idi. Sən demə, türklər və başqa türk dilli ölkələr, orada bir ot var, ələyiz və əvəlik. Bunu o erişdədə mütləq istifadə etməlisən. Sən demə bunu bizdən başqa istifadə edənlər də var, müxtəlif şəkildə və o video milyona düşəndə mənim özümə də maraqlı təcrübə oldu ki, bunun adlandırması başqadır, yəni başqa necə deyim, istifadəsi də başqadır. O yemək qlobala düşdü və indi fikirləşirəm ki, mən heç vaxt düzdür öz dolmamı çox sevirəm. Badımcan pomidoru, 3 bacı dolması deyirik. Hə, onu heç vaxt bişirməmişəm. Yəqin ki, bu sezon bişirərəm və çox böyük cəhd eləyəcəm, çalışacağam ki, daha çox kütlə onu görsün ki, əslində biz o dolmanı necə bişiririk, necə olur. Baxmayaraq ki, bölgələrimizdə fərqli-fərqli texnikalardır, fərqli-fərqli üsullardır. Amma yenə də mən anamla, nənəmlə gördüyüm üsulla eləyəcəm, çox çalışacağam ki, onu çoxumuza çatdırım. İnşallah gözləyirik səbirsizliklə. Və Kənan bəyin varmı belə qlobala düşəcək bir yemək? Mən verilişin əvvəlində danışdım. Xaşdır o, hə? Bəli. Amma sosial şəbəkələr biraz qeyri-adi, fərqli. Mən toz quşu da bişirmişəm, dəvə də bişirmişik, bütöv dana da bişirmişik. Ona görə belə videolarda insanlara çox maraq cəlb eləyir. Ona görə resepti qloballaşdırmamaq insanlara rahat olaraq xaş nəyə görə baxılır? Çünki həm ekstremaldır, həm də bişirilməsi həqiqətən hasanddır. Vaxt tələb eləyir, amma hasanddır. Belə videolar, sadə videolar daha çox baxışlara səbəb olur. Ümumiyyətlə biz hər şeyin böyüyünü, gözəlliyi, çoxunu sevən bir xalqıq. Ona görə düşünürəm ki, yemək mövzusunda da görüntü olaraq qarşımızda çox böyük görünən nə varsa ona köklənirik, ona baxmağı sevirik. Ona görə də yəni Türk aşpaz dünyaca məşhur Burak bəy var. Hər dəfə böyük yeməklər bişirməklə məsələn gündəmə gəldi, çox sevildi. Mir Yusuf bəyin fikrini almaq istəyirəm. Sizi qlobala sevdirəcək, tanıdacaq hansı yeməyiniz var? Bayaqlarım danışırdıq ki, o reseptlərimizi olduğu kimi saxlayaq və s. Bununla razıyam, bununla müəyyən qurumlar məşğul olmalıdır, müəyyən insanlar məşğul olmalıdır ki, reseptlərimiz olduğu kimi qalsın. Amma mən eksperiment etməyi çox sevirəm. Misal üçün, bif burgunyana baxıram ki, onların fransızların texnikası əvvəlcə əti möhürləmək, sonra və bunu quzu əti ilə necə olar deyə bir ağ şərabla quzu əti bişirdiyim olur və yaxud şərabla can ətində əvvəl bastırma elədim. Fərqli-fərqli fusion buna deyirlər. Fərqli-fərqli mətbəxlərin texnikalarını götürüb Azərbaycan mətbəxi ilə birləşdirməyi çox sevirəm. Fusion mətbəxi dadmağı da sevirəm, özüm yoxlamağı da sevirəm. Düşünürəm ki, elə ağ şərabda quzu buğlaması və alma ilə ağ şərabda və bunu bayanşirə şərabı ilə eləyəndə çox qəşəng olur, yerli üzümümüzlə. Bayanşirə ilə hazırlanmış can əti və alma kababı çox bu keçə bilər tarixə. Nə gözəl, bunu heç eşitməmişdim, ilk dəfə sizdən eşidirəm. Allah bizə də qismət eləsin dadına bax. Gavalıdan da kabab eləyir, möhtəşəm. Əlimə keçən hər şeydən kabab eləmişəm. Gördüyünüz hər şeyin kababını hazırlaya bilir deməli Mir Yusuf bəy yeməklərimizi və vurğulamaq istədiyim tərəf əslində illər öncədən özümə belə qıcıq verən tərəfdir. Bugün mən həmçinin də sizdən biri olaraq danışmaqda özümü üstün görürəm ki, yəni sizin bəlkə də ürəyinizdən keçənlərdir. Çünki bir tamaşaçı olaraq özümün də ürəyimdən keçən tərəfdir. Nə? Sanki Azərbaycan böyük bir qazandır və bu qazanda ancaq kabab var. Gəlin razılaşaq ki, Azərbaycan mətbəxi dünyaya belə tanıtımı olundu. Nəinki bizim daha da ekstra dadlı yeməklərimiz, məsələn, plovumuzun bəlkə yüzlərlə çeşidi var. Onu ancaq gələndə restoranlarımızda bildirib tanıdırıq, təqdim edirik turistlərə. Doğrumu? Yəni bu fikir önəmlidir. Hə, nəzərə alaq ki, bizim ətimizin dadı fərqlidir. Regionumuz, Allah Təala bizə elə bir gözəl coğrafiya bəxş edib ki, regionumuz çox gözəldir. Maşallah olsun, o heyvanların ətinin dadından, yediyi otlardan, içdiyi sulardan, mühitimiz, iqlimimiz, bütün bunlara şərait yaradır. Amma hər şeydə kababdan ibarət deyil. Mətbəximizin zənginliyi göz önündədir. Amma restoranlara gedəndə gəlin razılaşaq hər birimiz, hə nə var? Filan kabab
nə bilim lülə, tikə, bastırma, nə bilim və hansı restoran adına uyğun mütləq bir orada menyu hazırlanır. Bütün bunları nəzərə alsaq, İnci xanımın indi bildim Yusif bəy daha çox belə ət, kabab bu mövzuya bağlı dədə-babadan gəlmə bir irs var. Nə gözəl, bilənlər yaşatsın. Doğru düzgün edənlər, o dadını tamını üstündə saxlayanlar yaşatsın. Həmçinin Kənan bəy də. Amma hər iki xanımımıza olan bir sualım var ki, Azərbaycan mətbəxindən o hansı yeməkdir ki, onu bütün restoran şəbəkələrində menyuda belə menyunun baş əsəri olaraq saxlamaq istəyərdiniz? İnci xanım və Nigar xanım istəyirəm. Nigar xanım buyursun. Mənə görə plov növləri, əslində plov bişirməyi də digər yeməklərdən daha çox sevirəm. Restoranlarda birinci axtardığım həmişə odur. Bir də mənim üçün şəxsi fikrim ət yeməkləri. Ət yeməkləri mənim üçün tamamilə başqadır. Əgər milli mətbəximizi nəzərdə tutursunuzsa, o zaman dolmalar bizim dolmalarımız öndə və plovlarımız. İnci xanım, sizin fikrinizcə hansı yemək olmalıdır o? Mənim fikrim, baxın, antropoloji tarixə baxsaq, insan birinci neynədir? Odu kəşf elədi. Əti atdı odun üstünə, heç bir işləm görmədi, heç duz da kəşf olunmamışdı. Əti atdı odun üstünə, elə bişirdi, yedi. Sonra nə oldu? Tarixində əkinçilik olan hər kəs bildi ki, buğdadan un əldə olunur, unu su ilə qatırsan, bunu bişirirsən, aha çörək. Buğda əslində çox mistik bir, necə deyim, Allahın bir lütfüdür bizim üçün. Neymətdir, həqiqətən də neymətdir. Və çox istəyərəm ki, bu buğdanın ərsəyə gəlməsi, Şamaxı sucuğu, bayaqki ilişikli olaraq bayaqki suala cavab verim. 6 milyon izləyici yığdı və bütün Türk dünyasını elə bil ki, kommentlərdə birləşdirdi. Şamaxı sucuğunu çox istəyərəm ki, yeməkdən sonra kiçik bir porsiyalarla restoranlar qonaqlarına sunsa, necə deyərlər, həm tariximiz yaşayar, həm də ki, bir çox insan onun dadını görər. Çünki biz niyə görə yemək yedik, nə yeyək? Tiramisu, San Sebastian, yəni özümüz edirik də bunu, düzdürmü? Doğrudur. Əgər belə bir təşəbbüs olsa, başında həmin ordunun mən getməyə hazıram ki, bunu yaşadaq. Nə gözəl, balaca qablarda Şamaxı sucuğu olsa, inanın ki, o insana necə deyərlər, təravətləndirici dad verər, soyuq şəkildə o təqdim olunsa, qəşəng bir şeflərimiz daha düzgünün bilər indi necə təqdim olunmağının. Həm yaşayar, həm uşaqlarımız da bilər bunu, həm də biz bunu nəsildən nəsilə ötürmüş olaraq. Çox doğru seçimdir. Mən düşünürəm ki, İnci xanım gözəl bir mövzuya toxundu. Hər dəfə restoranlarda çay içmək üçün mütləq ya mürəbbələrə müraciət olunur. O mürəbbəmiz qalır. İnanın ki, o mürəbbənin belə ən gözəl tərəfi də bizdə olduğu üçün vurğulamaq istəyirəm, amma bu məni gigiyena tərəfdən də sıxır bəzən. Sən bilmirsən ki, qarşına gələn pay tam yeyildikdə, tam yeyilmədikdə aparılıb necə geri qaytarılır. Bu mənim ən yaralı tərəfimdir. İkinci tərəfdən nəzərə alsaq ki, bax öz milli mətbəximizin təamları, elə halvalarımız var bizim, neçə növ görünənə babalarımızdan qalma halva reseptlərimiz var. Bunlar belə hazırlanıb gələn turistlər üçün süfrəyə şirniyyat süfrəsi olaraq, çay içmək üçün çay süfrəsi olaraq bunlar təqdim olunsa, elə bir bişmə qəndimiz dünyanın heç yerində yoxdur. Turistlərin də bizim o restoran feedbacklərinə baxsaz, daha çox ət yeməklərimizə o müəyyən müsbət rəyləri yazırlar ki, belə ət dadı bir çox yerdə yoxdur. Həqiqətən də bizim bu iqlimdən, təbiətdən asılıdır ki, hər ölkədə özümüz də gedirik, istər-istəməz burada indi gedənlər də var. Hara getsək o ətin dadını ala bilmirik. Təbii ki, dünyanın heç bir yerində o dad, o tam yoxdur ki, Azərbaycana bəxş olunub bu gözəlliklər. Şükürlər olsun ki, dediyim kimi belə bir coğrafiyada yaşayırıq və yeməklərimiz eyniliklə. Məsələn, dolma, sarma adında Türk mətbəxində də var, Yunan mətbəxində də var fərqli yanaşma. Amma Azərbaycan mətbəxində olan o dolmanın o belə ağzına alanda o yağının sıçraması var. Onun yerini nə verə bilər ki, nahar da etməmisiniz yəqin çoxunuz bizim kimi, indi bilirəm bir ürəyinizdən keçdik, kaş bir boş qab olardı da yeyərdik. Evimizdə bu dəqiqə bir qazan yarpaq dolması var, yəni bütün təklifləri açıq. Niyə gətirmədiniz? Heç vaxt təsəvvür etməyəcəksiniz. Mən biraz 6-cı hissi yüksək olan insanam. Burada artıq keçmişik ev söhbətlərinə. Elə hamımız bizə qonaq gəlmisiniz, oturub söhbət eləyirik. Həqiqətən də bu hissim çox yüksəkdir. Bəzən özüm idarə etməkdən belə qorxuram. Elə hallar da olur. Və mənim ağlımdan keçən fərqliliyə baxın siz. Deyirəm ki, mənim panelimdə olan spikerlərimə tapşırardım ki, hərəsi bir fərqli özünə məxsus yanaşmayla, yeməklə gələ. İnanın ki, utandım. Dedim ki, ayıb olar. Təşkilatçılar deyəcək ki, biz ailə burada yeyib içməyə açıb. İnanırsınız, olsa, yəni mən o təklifi, hər təklifi açıram. Mən bilirdim ki, hazırlıqlı. Yəni heç belə son dəqiqələri mən çatdırdım.
Amma yoxsa ki sevə-sevə. Bax bu da bizim bir qismət xanımlarımızın maşallah 10 barmaqda 10 mərifət olmağını deməkdir. Və çox az sual var əslində auditoriyamızdan, amma bir neçə sual var. Onları hörmət əlamət olaraq oxuyaq. Onsuz da çox deyil. Bir sual var Pərvanə xanımdan. Pərvanə Əhmədova yazır ki, bir yeməyi yalnız uşaqlıq xatirəsi olduğuna görə sevmək mümkündürmü? Məncə mümkündür. Əgər Pərvanə xanım burdadırsa, bizimlədirsə, mən deyərdim ki, ay nə gözəl yanaşma etmisiniz. Məni belə uşaqlığıma qaytardınız. Bir bizim spikerlərimiz də cavab versin. İlla ki uşaqlıq xatirəsi var deyə, xatirə əzizdirmi o yeməyin? Varmı o yeməyiniz? Belə bir söz vardı, deyir nənənin piraşkisi ən dadlıdır. Doğru, siz nədən o irəli gəlir? Çünki bizim uşaq yaddaşımızda o dad qalıb, o nə qədər keçsə də, piraşkin ola bilər, ən dadlısı gəlsə də, bizim o sevdiyimiz dad, o uşaqlıqdan gələn daddır. Ona görə əlbəttə ki. Nənənin piraşkisi. Və sizin üçün Mirismi? Plovu, nənə plovu möhtəşəm. Yadıma gəlmir ki, nəyi deyəcəm, Göyçayda yediyim kətə yadımdadır. Amma bu yaxınlarda endokrinoloqla danışırdım. Onunla belə bir söhbətimiz olmuşdu və o mənə bildirdi ki, bəli, bəzi dadlar var ki, sırf beynimizin ifraz elədiyi hormonlara görədir ki, biz onun üçün darıxırıq, onu sevirik. Əslində, yəni, biz o səhətdə ortadan qaldıranda sevməyə bilərik onu. Bu endokrinoloqumun dediyi idi. Mənim sözlərim deyil. Amma biz beyin hüceyrələrimizin bizə verdiyi məhsulu istəyirik, o uşaqlıq dadını. İnci xanımın yeməklərində demək olar ki, əksəriyyətində bu sözü eşidirik. Nənəmdən qalma, atamın etdiyi kimi uşaqlığımızın yeməyi. Mən baxdığım qədərilə onun biri məhz düyünü yuyub, təmizləyib, qurudub, ununu çəkib firni hazırlamağınız idi. Düzdür, uşaqlığımızın dadı deyilən bir anlayış var. Bu, hər kəsdə, təki bundan sonra bütün uşaqlar elə xoş həyat, elə firavan bir ailədə böyüsünlər ki, onların uşaqlıq dadları formalaşsın. Məndə nədir? Mən heç vaxt anamın qara lobya şorbası kimi eləyə bilmirəm. Yəni, alınmır, bilmirəm. Eyni. Necə edibsə, necə alınıb, bəlkə həmin vaxtlar mən orqanoleptikan başqa cür olub, uşaq olmuşam, daha belə güclü hiss eləmişəm. İndi alınmır. Çox istəyərdim ki, onu edeyim, alınmır amma. Amma o şorbanın dadı damağınızdadır o deməli. uşaqlıq şorbasıdır. Məsələn, Nigar xanımın paylaşımlarından məni iyi belə ətri o burnuma qədər gələn bir reyhan kompotu resepti var idi. Özünə də demişəm. Sıradan bir kompot resepti idi, amma mən ümumiyyətlə çox sevirəm evdə hazırlanan, yəni kokteyllər, kompotlar daha çox, yəni heç vaxt uşaq yaşlarından da qazlı içkilər və populyar reklamlı içkilər bizim evdə olmayıb, icazə verməmişəm. Böyüdükdən sonra bəlli bir seçimləri olur hər kəsin, uşaqların artıq qarşısını almaq olmur. Təbii ki. Amma çox sevirəm özüm də hazırlamaq. Məsələn, tərxun kompotu, sonra reyhan kompotu və Nigar xanım o hazırlandı. Elə bildim ki, belə sərin bir stəkan verdilər, mən içdim onu. Yəni, məni tamaşaçı olaraq inandırdı onun gözəlliyinə, dadına və özü üçün bəs varmı uşaqlıq xatirəsi yeməyi? Demək olar ki, uşaqlıqda sevdiyimiz yeməklər əslində o uşaqlıqdakı xatirələrimizi xatırlamaq üçündür. Oradan qaynaqlanır. Mənim də sevdiyim yeməklər var, amma o həmin vaxtlarda düşünürəm ən böyük səhvim anamın əllərinə baxıb onun içərisində nələr qatdığını öyrənməməyim olub. Bu günləri çünki bir çox yeməklər var ki, sırf anam kimi bişirmək istəyirəm, amma resepti bilmirəm. Çünki doğrudan da o vaxtlar gənc yaşlarda heç kim mətbəxə keçmək istəmir. Ümumiyyətlə heç mənə maraqlı da gəlmirdi. Düzdür, dadlı yeməkləri sevirdim. Elə uşaqlıqdan bir qurman idim. Sadəcə o qədər də marağım yox idi ki, bunu özüm hazırlayım. Tək olanda hazırlayırdım çox gözəl şəkildə, amma belə rahatlığımın naminə elə istəyirdim ki, kimsə hazır qoysun. Ona görə də, məsələn, bu günləri bəzi yeməkləri hazırlayanda, o dadı tapanda həqiqətən də hiss edirəm ki, o xatirələrə qayıdıram. Sırf o xatirələrə qayıtdığımız üçün də biz o yeməyi xüsusi bir şəkildə sevirik. Məhz bu xatirələrlə bağlı. Baxın, məhz bu obrazlardır. Yəni yeməyin belə bir obraz olaraq fikrimizdə, ağlımızda yaratdığı bir şuuraltı dəstəyi var. Eyni zamanda bu neqativ və ya belə deyək də ola bilər ki, neqativ bizə hisslər versin və yaxud da ola bilər ki, onu yeyəndə xatırlayaq dünyada olanları və yaxud da dünyadan köçənləri. Məsələn, mən şirin kələm dolmasını nənəmi xatırlayıram ancaq. Anam hədsiz dərəcədə gözəl əl qabiliyyəti olan bir xanımdır, maşallah. Gözəl hazırlayır, mümkün deyil bir şey yaxşı alınmaya. Amma nənəmin şirin kələm dolmasının dadını mən hələ də axtarıram, məsələn, mənim üçün o dadı. Bakılı olub yəqin ki? Bəli, Bakılıyam.
Bax ona görə də mənim üçün prioritet olaraq toxunulmaz yeməklər var da, onlar belə qalmalıdır. Necə var elə. Gəlin indi biraz da ölkəmizin tanıtımı ilə bağlı məhz turistik tərəfimizi danışaq ki, bu gün dünyaya inteqrasiya olmuşuq, hər şey gözəl, ölkəmizə minlərlə, milyonlarla turist axını var, bu gözəl tərəfimizdir. Dünyaca məşhur qlobal layihələrə, böyük masştablı layihələrə ev sahibliyi edirik və biz özümüz belə hansı ölkəyə gedəndə o ölkənin gözəl xatirələri, gözəl şəkillər, fotolar, tarixi yerlər, məkanlarla yanaşı əsas prioritet tutduğumuz tərəfdə nədir? İtaliyaya gedəcəm, məsələn, spagetti yeyəcəm və yaxud da nə bilim pizza yeyəcəm. Türkiyəyə gedəcəm, məsələn, türk mətbəxindən ən maraqlı, ən gözəl taamları indi bunu hamımız bilir, bunu yeyəcəm və yaxud da digər bir başqa ölkəyə. Azərbaycan mətbəxində belə deyək də biraz turistik yönə yönlənsək, sizin özünüzün belə də meyar bildiyiniz ki, yemək mövzusunda bu dəyişsin. Nədir o? Dəyişmək istədiyiniz restoran şəbəkəsi ümumilikdə, yəni turistlara gəlir, bizim blogerlərimizin evinə gəlmir ki, təbii ki, restoranlara gəlir. Bunu dəyişmək istədiyiniz bir prioritet ki, bu dəyişsin Azərbaycan mətbəxində, Azərbaycan menyusunda. Biz bayaq dedik ki, nələri əlavə eləmək istəyərdik. İndi dəyişmək istədiyimiz, ümumiyyətlə bizə xas olmayan tərəf. Məsələn, deyin, mən də öz fikrimi istəyirəm burada. Sizə mövzu. Əslində çox xarici dostlarım var. Azərbaycan çox gəliblər, onlarla çox danışmışıq bu mövzuda. Bir, ümumiyyətlə turizm cəhətdən götürəndə servis sektoru bərbad vəziyyətdədir. O dəyişilməlidir ki, turizm inkişaf eləsin. İkincisi isə bütün Avropalılara qəribə gələn Azərbaycan şirniyyatlarıdır ki, bu barədə danışdıq. Ümumiyyətlə, türk şirniyyatları, Azərbaycan şirniyyatları həddindən artıq şəkərli olur və bu, yəni şəkər halvasının necə hazırlanmasını mən bir almana baş salanda, yəni öyrə getmişdik ki, daha çox şəkər, nə qədər şəkər əlavə edirsiniz də siz buna. Məncə yeni nəsil şirniyyatda sizin dediyiniz amma o şamaxı çox məntiqlidir, çox qəşəngdir. Şamaxı sucuqu bizdə də hazırlanır o. Şamaxı görsə bir-birinə yaxındır. Çox ləzzətlidir. Misal üçün onları daha çox önə çıxarda bilərik. Amma ki şəkərburadır, paxlava daha çox bulardı deyənə. Daha populyar bunlar. Bir də başqa bir şey deyim, turizm bir qırağa qalsın. Ümumiyyətlə millət olaraq konservativlik, ağız dadında xüsusi olaraq və bu da ona gətirib çıxardır ki, bizdə yeni yeməklərin meydana gəlməsinə meydan yaratmırıq, belə deyim. Düzdür, aşpazlarımız da biraz tənbəldilər, yəni Allah şükür ki, son dövrlərdə bir dənə albalı ilə zoğal tapdılar, əllərinə keçən hər yeməyə onu qatmağa başladılar. Amma bundan əlavə təzə yemək meydana çıxmır. Son illərdə meydana çıxan bir dənə Asiya sayağı qırtqıt badımcandır, bir də pomidor salatıdır və salat və şorba cəhətdən Azərbaycan mətbəxi çox kasatdır. Gələcəyə doğru, yəni turizmi bir qırağa qoysaq, şorbalar və salatlar mövzusunda yeni yeməklərinin yaranmasının tərəfdarı olur. Daha çox istifadə edirik Türkiyənin mətbəxindən xas olan salatlardan, atışdırmalıqlardan. Mənim də elə özümün deyəcəyim məhz bu idi. Dedim, qoy sizin fikrinizi alım, sonra mən yönləndirmiş olmayım. Amma həqiqətən də bizim özümüzə xas atışdırmalıqlarımız, belə deyək də bir badımcan ləvəngisi, bu da Lənkəran zonasına aid olan yeməklərdən. Çünki bəzi yerlərdə bunu görürəm ki, məsələn, bu maraq qatır. Daha çox onu da yönləndirirlər Gürcü mətbəxinə. Niyə? Çünki bu bizim daxı, bizim özümüzünkini deyək. Amma digər burma badımcanı daha çox təqdim edirlər. Çox özünüzdən elə biz isti qəlyanaltıları axtarırdıq ki, nə var? Blinçik, piraşki bizə aid deyil. Bundan başqa isti qəlyanaltı biz tapa bilmədik ki. Yəni yadıma düşdü ki, bəs Lənkəranda o qoz küküsü, badımcan küküsü, paxlava formasında onu verirdilər. Başqa ola bilər qədimdə olub, amma bu mövzuda elə dediyimiz kimi hamımız üçümüz də oturmuşuq. İsti yeməklər, ət, qazan yeməkləri, bu mövzuda problemimiz yoxdur. Amma digər dallarda və qədimdə də belə olub ki, işlək xalq olmuşuq deyənə, yeməklərimiz o birinci yemək və əsas yemək və şorba bir yerdə olub. Məsələn, küftə bozbaşdır, suyu var, yanında əti var, bir yerdə yeyilir. İkisi bir arada. İkisi bir arada olub. Amma belə şorbaları götürəndə artıq köhnə şorbalar heç kim xatırlamır. Bir-iki dənə dovğa var və s. var, ərişdə var ki, çox kasatdır bu tərəfdən, bu mövzuda.
İncihan fikriniz var yoxsa başqa sual keçək? Yox, fikrim var, çünki sizin bu dediyiniz böyük bir layihədir. Bu əslində Turizm Mədəniyyət Nazirliyi tərəfindən, yəni ölkədə, şəhərdə, Bakı şəhərində olan 5-10 restoratorun təşəbbüsü ilə dəyişiləsi bir şey deyil və bunun üzərində çox güclü bir qastronomlar işləməlidir. Mən həvəskar bir bloger kimi bəlkə düzgün tövsiyə verə bilmərəm. Mən yəni bu suala tam dərinliyi ilə cavab verə biləcək təcrübədə deyiləm, amma hər hal ki fikrimi soruşsalar günlərlə nəsə düşünüb ərsəyə çıxarda bilərəm. Məsəl üçün fransız aromatlaşdırılmış kərə yağını çörəklə birinci təqdim edir. Buna deyir ki, amuse-bouche. Bu bütün bunun restoranlarında var. Qoruyub əsrlərlə də saxlayır. Bəs biz iştah açmaq üçün nə edirik? Şor çörək, pendir çörək. Biz də bunu yaxşı bir halda təqdim edə bilərik. Gözəl təqdimat edə bilərik. Və yenə deyim, bu böyük bir dövlət layihəsidir ki, artıq hər bir milli adını qoyan milli restoranda deməlidir ki, sən mərcimək şorbasını çıxart oradan, o türklərdən gəlib. Sən sal ora ərişlərin növlərini, lobya şorbasını və s. və ilaxır. İnşallah ki bir gün bu ideya onlara parlaq gələr və üzərində işləyərlər. İnşallah, inşallah. Çünki bu yeməkləri gedib başqa ölkələrdə görən turistlər bizi də onlardan uğranmış kimi, yəni mətbəximizin belə çalınmış olduğunu görürlər. Bu biraz incidən tərəfdir. Mən özümə belə təsir edir. Yəni hər yerə gedəndə eyni dediyiniz kimi şorbalar eyni, salatlar eyni, mətbəx də bir ətimizdən dolayı kabab uzaqlığımızdır düşünürəm. Yəni bunun daha düşündürücü tərəfi isə bu tərəfidir. Bir restoran var, adı unutmuşam. Yəni burada rahatlıqla söyləyə bilərdik. Yəni efir reklamları falan deyil. Əslində doğrudan da adı unutmuşam. Amma şəhər necə? Ağabalan deyəcəksiniz. Qədim yeməklərimiz. Yox, Ağabalan deyil, başqa da ama. Şəhərin mərkəzindədir elə. Bu Gürcü mətbəxi var, böyük Mamacandır. Onun yanında bir restorandır. Məni ora dəvət etmişdilər və o restoranda elə məhz bu PR işləri ilə bağlı bu qədər araşdırma edən və bu qədər zəngin Azərbaycan mətbəxini şahlar, xanlıqlar dövründən belə araşdırıb oradır. Adı unutmuşam ola bilər. Hətta onların bir belə səhifələri də var. Mətbəxdə də baba dəstxəti ilə davam edir bu səhifə, bağlamaları filan göstərirlər, səhv etmirəmsə. Yəni həmin restoranda isə o qədər fərqli dadlar təqdim etdilər. Bir yemək belə söhbətinə çağırmışlar bizi ki, məhz bunları dadlarımıza baxın. Mən nə qədər fərqli orada atışdırmalıqlar gördüm. Bunu edən tək restoran şəbəkədir, amma müştəri baxımından əziyyət çəkir. Çünki rəqibi yoxdur. İnkişaf rəqabətdən asılıdır. Əgər onun segmentində, onun kateqoriyasında bir neçə restoran olsa və artıq sən hiss eləsən ki, bu onu eləyir. O birisi yeməyi tapdı, çıxartdı, digəri başqa bir yeməyi tapdı, çıxartdı. Rəqabət olan yerdə inkişaf olur. Adam təkdir, o çıxarda bilməz harasa restoranını. Çünki ağız dadımızı belə öyrətmişik, uyğunlaşdırmışıq mən düşünürəm. Öyrəşdirməkdən formalaşdı. Xanım Sezar salatını çox düzgün vurğuladı. Azərbaycanda hər şey bir axına qoşulmaq, dəblə getmək var da ki. Qonşudan geri qalmaq. Sezar salatı necəsə oldu, məşhur oldu və düzgün qaydada heç hazırlayan da ya 4 manatdan tutmuş 44 manata qədər Bakıda Sezar salat tapmaq olur. İçində ət tapmaq olmur. Sousu da düz deyil. Sousdan geçsin, istifadə olunan orada kələmin növündən geçsin ki, çox da şey. Mövzu o deyil. Sezar salatı necə hazırlanır? Sadəcə olaraq bir dənə şey məşhur olur ki, lifestyle blogerlərdən asılıdır və fikir verirsən ki, hamı gedir, o şəkli paylaşmalıdır və restorana gedəndə eyni yeməyi istəməlidir. Yəni sırf dəb xətrinə. Başqa menüdən buyurun. Yox, fikrinizi tamamlayın. Yox, elə dediyim bu idi ki, misal üçün də mənim belə danışacağam sizə, bir restorator tanışım var idi. O deyirdi ki, biz içəri müştəri girəndə onun adını qoymuşduq Sezar salatı pizza kola. Yəni bu tip var idi ki, restorana girəndə bilirdi ki, çünki o adamın məqsədi evdən çıxanda sadəcə olaraq restorana getmək adı ilə çıxıb orada çekin eləsindir. Və onun bildiyi də Sezar salatı pizza koladır. Kənan bəy, bugün Azərbaycan mətbəxində bir yeməyi dünya səviyyəsində təqdim etmək lazım olsaydı, bir qurman olaraq, bir bloger olaraq, o hansı yemək olardı ki, onu dünya səviyyəsində təqdimat eləyərdiniz? Yenə xaş deməyin, nə olar? Yox, maraqlı seçimdir.
Ümumiyyətlə Yəni bu dadı dünya bilməlidir dediyiniz dad Ümumiyyətlə, hansıdır? Müsayə xanım, bayaq bu deyərdiniz ki, turizmə görə nə eləmək olar? Mən elə belə fikirləşirəm ki, gələn qonaqların elə əksəri yeməyə görə gəlirlər. Bəli. Yəni heç biz toxunmasaq belə bəzi şeylər mənim xoşuma gəlmir. Məsəl üçün bizdə bağda məclislər olur. Deyirlər, "Canım balıq kabab elə, yəni kabab bir dənə də balıq da bişirərik." Mən xoşlamıram onu qatışdırmağa. Yəni bu gün balıq yeyiriksə, balıq yeyirik, ət yeyiriksə, ət yeyirik. Ümumiyyətlə belə Tab olmalıdır yeyiriksə, qida tab rasionuna yeyirik. görə. Və onu qatışdırmaq, amma o bizim ürəyin genişliyindən gəlir və o gələn qonaqda görür ki, onlar inandırım sizə xarici ölkələrdə indi hamınız görürsüz, bilirsiniz də. Yəni təmtəraqlı belə bizim məclislər kimi, o Qafqaz ölkələri kimi məclis quranlar yoxdur. Biz də quranda istəyirik ki, barmaq qoymağa yer olmasın. O bizim ürək genişliyimizdən Ürəyimizin gəlir. genişliyi. Toylarımıza baxırsan ki, dəstgah qurulub, düzdür israfçılıqdır, amma Hədsiz gələn dərəcədə. turist deyir, burada nə baş verir, bunlar nə haqqı verirlər, necə varlıdırlar. Çünki doğrudan onlarda belə bir məclisi qurmaq heç kim eləmir. Heç evdə də qonaq qəbul eləmirlər. Amma bizdə gəlib görəndə ki, biz necə ürəyi açığıq, necə yığırıq süfrəni, o da olsun, bu da olsun. O halvalardan da olsun, pizzada, əbiyo pizzada uşaqlar yeyirlər. Uşaqlar çox Ona görə olsun. məncə heç deyməyib, bizdə möhtəşəmdir. Valla düzdür, təbiətimiz də gözəldir, insanlar da gözəldir, amma mətbəximizə görə gələn turistlərin Əlbəttə mətbəximizə görə daha çox seçilirik. Ümumiyyətlə qurtdalamayaq. Qafqaz regionu olaraq ölkələr arasında və özümüzün belə harasa gedib ölkəmizi təqdim edəndə deyəcəyimiz sözlər arasında tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz, ən vacib tərəfi 44 günlük zəfərimiz və bunun içində mənim özümün belə təqdimatımda olan siz hələ bizim milli mətbəximizi mütləq dadmalısınız. Bizim bir yeməklərimiz var ki, gəl görəsən bu da olur əlavə olaraq və öncəlik olaraq və bir məsəl var da deyir ki, deyirlər bunu əslində kişilər üçün deyiblər, amma mən düşünürəm ki, insanların %80-nə aiddir. İnsanların ürəyinə gedən yol mədəsindən keçir. Bu fikri belə deyək də həyat qurtarıcı kimi düşünmədən, prioritet tutmadan istəyirəm ki, doğrudan da hər kəs yediyi qidanın, ümumiyyətlə yediyi yeməyin hər tərəfli hazırlanmasından tutmuş, orada istifadə olunan bütün tərəvəzlərə, ingredientlərə baxaraqdan, diqqət yetirərəkdən yanaşması olsun bütün restoran şəbəkələrində, hətta evimizdə belə. Çünki insanın ən böyük dəyəri özündən keçir, öz sağlamlıqdan keçir, özünü qorumaqdan keçir və ailəsini qorumaqdan keçir. Son sualım olacaq, elə yenə də xanımlarımızın ikisində İnci xanıma belə bir sualım var. Çünki maraqlı paylaşımlarıyla belə böyük-böyük o necə ki xərçəngi, necə ki belə göstərirsiniz, gətirirsiniz, belə atırsınız masanın üstünə. Bütün bunları bir nəzərə alsaq, Azərbaycan mətbəxini Netflix serialına çevirsək, baş qəhrəmanınız hansı yemək olar? Rejissor İnci xanım olsa, daha doğrusu senarist. Ən sevdiyim yeməyi deyəcəm, Azərbaycan milli mətbəxindən yarpaq dolması, bir də qaynar düşbərə. Bu mənim üçün keçilməz, yəni necə deyim, yarpaq dolması və düşbərə mənim üçün həm uşaqlığım, həm indim, həm gələcək, hər şey o iki yeməkdə var. Ay, nə gözəl. Nigar xanıma isə belə bir sualım var. Özünüz üçün bax bu platformadan qazandığınız uğuru bir biznesə çevirsəydiniz, bunun adı Nigarın şəxsi ruhuna bağlı olardı, yoxsa belə deyək də yemək konseptinə uyğun hansısa yeməyə? Heç varmı belə fikir ümumiyyətlə? Maraqlı sualdır. Əslində mən bir belə deyək də bir marka yaratmışdım. Daha sonra başa düşdüm ki, o markaya mən yönəlsəm artıq səhvəmi idarə edə bilməyəcəm və onun da adını Lujin qoymuşdum. Bir müddətdən sonra insanlar başa düşdü ki, Lujin əslində elə Nigulun tərs səslənməsidir. Lujin olaraq fikirləşirdilər ki, yəqin ki, hansısa fransız bir markanın adını götürmüşəm. Lujin Collection. Amma o qida ilə bağlı deyildi, geyimlə bağlı idi. Düzdür, satışımız çox gözəl şəkildə oldu. Demək olar ki, heç nə qalmadı. Bugün də o həmin geyimləri tələb eləyirlər, istəyirlər. Təkliflər çoxdur. Sadəcə olaraq atamın bir sözü var. İki hissəyədir baxanda, iki tərəfə baxanda insanın gözü çaşlaşır. Dədə baba məsəli, bir əldə 5 qarpız tutmay bala. Başa düşdüm ki, mən bir tərəfə öz bütün enerjimi verəndə artıq digər tərəfi boş buraxmış oluram. Mənim də bütün demək olar ki, işim, gəlirim hansı ki bu səhifədəndir. Ona görə də bir müddətdən sonra dayandırdım. Bəlkə də müvəqqəti dayandırmışam, amma dayandırdım. Bəs İnci xanım, sizin necə?
Kənan bəyin artıq var bir evdə düşünürəm ki, çox gözəl qonaqlar da qarşılayır, hə? Olurmu əlavə kimsə gəlmək istəyir, baxır istəyirlər də ola bilər insanlar. Qonaq qismində bağa gəlmək istəyənlər olur. Əlbəttə və olub, xaricdən də qonaqlar olub. Amma bu işimdən əlavə biz restoran işi ilə də məşğuluq. Həmin o bloqum əsnasında yaratdığım burger bəy olub və kababçı restoranı hal-hazırda Sibrizdə. Yəni onunla da çalışıram. Düzdür. Vurğuladığınız kimi çətindir hər bir şeyi həm onu idarə etmək, həm bunu idarə etmək. Amma yəni biz çalışmalıyıq, yəni çıxmışıq bu yolda yox. Əslində elə səhifəmizin özü artıq bir biznesdir. O təbii ki, amma insanlar onun dadına baxsın. Məsələn, mən bilirəm, var aranızda onların bişirdiyi yeməkləri görəndə dadına baxmaq istəyirik. Baxın, var. Niyə də olmaz? Mən düşünürəm, var. Bəziləriniz bəlkə də utanırsınız demirsiniz, amma siz yeyirsiniz, siz artıq şanslılardansınız. Mənim rəfiqələrim də mənim kimi sakitdilər. Var, buradadılar. Belə dəstək qəbul eləmirik. Eci xanım, varmı belə istək? Və düşünürsünüz öhdəsindən gələ bilərsiniz, düşünün müştərilər gəlir. Öhdəsindən gələ bilərəm, əlbəttə ki. İndi deyəcəksiniz ki, bu qız yenə bunu vurğulayır. Çünki mən işim, təcrübəm qida təhlükəsizliyidir və mən evdən nəyisə satışını istəmirəm. Bunu professional şəkildə, yəni dövlətin qaydası ilə, qanunu ilə elə şəkildə istəyirəm. Düşünürəm, yəqin ki, zaman, güc, yaxşı komanda bunları əldə eləyib başlayacağam, çünki gedişat onu göstərir. Artıq insanlar baxırlar da, yəni istəyirlər, necə deyərlər. İnşallah olar. İnşallah Allah qismət eləsin. Əgər sualınız, deyəcəkləriniz yoxdursa, biz artıq tamamlamalıyıq panelimizi. Belə, bu qədər. Yoxdur, heç kimin sualı, heç kimin istəyi. Salih xanım, çox sağ olun. Bizi maraqlı suallar biz alacağız Salih. Çox təşəkkür edirəm. Ümid edirəm ki, sizi çox incitmədim və hər birinizə təşəkkür edirik gəldiyiniz üçün. Sizə isə bol uğur arzuluyuruq. Üzdə olan və gözümüzdə olan, belə deyək də, yeməyimizi, qida sektorumuzu idarə edən panel, belə deyək də, istifadəçiləri, ümumiyyətlə bütünlükdə bir platforma idarə edicilərisiz və mən arzu edərdim, şəxsən özüm sizin üçün arzu edərdim ki, dünya qlobalında, ümumiyyətlə qlobalda bütün belə öndə gedən simalarla yan-yana bəhsə gedəsiniz. Niyə də olmasın, Azərbaycan mətbəxini bütün dünya tanısın və bunu gözəl şəkildə təbliğ etməyi bacaraq. Necə ki, sizin üzərinizdədir bu məsuliyyət. Uğur arzuluram hər birinizə. Təşəkkür edirəm təşkilatçılarımıza da. Hədiyələrimiz olacaq, təqdim edəcəklər. Ən dadlı panelə alqışlar gəlsin. Dadlı, ləzzətli idi söhbətləri. Təşəkkür edirik. Plaketlərimiz var. Bizim həm moderatorumuza, həm spikerlərimizə. Salih xanım, buyurun, qəbul edin. Xatirə şəkildə çəkiləcək. Nigar xanımın plaketini ötürək. Eyni ilə İnci xanıma, Kənan bəyə, Mir Yusif bəyə, onların özünə məxsus hədiyələr. Facemark adından. Nigar xanım. Nigar Əskər, Nigar xanıma alqışlarınızı istəyəcəm. İnci xanımın plaketini zəhmət olmasa təqdim edək. Facemark adından təşəkkür edirik gəldiyiniz üçün, iştirakınız üçün. Kənan bəyin plaketi gəlir. Alqışlarla müşahidə edək. Daha bir xatirə fotoşəkli. Və Mir Yusif bəyin plaketi təqdim olunsun. Səhnədə mərkəzə doğru yer alsanız, birlikdə bir xatirə şəkli çəkilər. Əla.
Hamınıza təşəkkürlər, uğurlar. Əziz qonaqlar, sizə də iştirakınıza görə, diqqətinizə görə, dəstəyinizə görə minnətdarlığımızı bildiririk. Sponsorlarımıza, tərəfdaşlarımıza, media dəstəkçilərimizə, Face marka böyük təşəkkürlər. Növbəti dadlı, duzlu, gözəl görüşlərdə görüşmək ümidi ilə bitiririk. Bugünlük bizdən bu qədər. Sağ olun, salamat qalın.